Berdavid İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu başladı. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Çıxış yolu proqramı ilə yenə sizin görüşünüzə gəldik. Yenə dəyərli ekspertlərimiz, dəyərli qonaqlarımız var studiyamızda. Qaynar xəttimizi də elə bərbaşdan sizin diqqətinizə bir daha yetirmək istəyirəm. Daimi tamaşaçılarımız artıq əzbər bilir bizim qaynar xəttimizi və sizin suallarınızı yenə gözləyirəm həmişəki kimi. 055-352-1302 nömrəsi ilə bizə yaza bilərsiniz əzizlərim və şəhər nömrələrimiz də sizin ixtiyarınızdadır. 012 ilə yığa bilərsiniz. 562-21-23 sizin suallarınızı gözləyirəm. Dəyərli qonaqlarımız var, gəlin onları salamlayaq. Bugün çox hörmətli Vəfa xanım proqramımızın qonağıdır. Vəfa xanım Vəliyeva, xoş gəlmisiniz Vəfa xanım. Sosial məsələlər üzrə bizim daimi ekspertlərimizdən biridir. Xoş gördük sizi. Bizim dəyərli həkimimiz Gülçöhrə xanım Bağırova bugün bizimlədir. Gülçöhrə doktor, xoş gəlmisiniz. Gülçöhrə doktor fizioterapevt və reabilitologdur. Suallarınız varsa buyurun bərbaşdan. Həkimimizə suallarınızı ünvanlaya bilərsiniz. Lətifə doktor bugün bizimlədir, nevroloq, psixoterapevt. Doktor, xoş gəlmisiniz proqramımıza, xoş gördük sizi. Bugün bizim əzizimiz Yasəmən xanım bizimlədir. Yasəmən xanım, necəsiz? Əzizim, dəyərli ziyalımız. Yasəmən xanım bu günlərdə bir mükafat da alıb, birazdan o mükafat haqqında da danışacağıq. Xoş gəlmisiniz Yasəmən xanım. Təşəkkür ederim. Bugün proqramımızda Dilruba xanım iştirak edir, bizim hörmətli psixoloqumuz. Xoş gəlmisiniz Dilruba xanım, necəsiz? Yaxşıyam, siz necəsiz? Çox sağ olun, təşəkkür və Günel xanım, bizim daimi ekspertlərimizdən olan Günel xanım bizimlə bərabərdir və mənim əziz qardaşım bizim üçün döyüşən, vuruşan, Qarabağ müharibəsinin iştirakçısı, hər zaman fəxrlə, fəxarətlə adını çəkdiyim Ətəm müəllim bugün bizimlədir. Yaxşısınız qardaşım? Çoxdandır görüşmürdük, nə xoş və bu günləri dostlarımızla da bir aradayıq. İnşallah verilişimiz də səmimi söhbətlər əsasında gözəl keçəcək. Gözəl keçəcək, təbii. Biz hər zaman çıxış yolu proqramı olaraq çalışırıq ki, tamaşaçılarımızın diqqətinə elə məsələləri gətirək ki, elə müzakirələri edək ki, bu müzakirələrdən bizi izləyən tamaşaçılarımız azacıq da olsa maariflənsin. Nəsə bir tövsiyə xarakterli bir ekspertimizin bir sözünü özü üçün həyat amalına çevirsin. Bəlkə də dünənə qədər mən nəyisə səhv edirdim. Bax, bu proqramdan sonra mən deməli ki, səhv etdiklərimi düzəltməliyəm. Belə düşünən bircə nəfər də olsa bu bizim şansımızdır, düzdür? Mənim əzizlərim, doktor, bugün bütün dünyada, nəinki Azərbaycanda ən böyük bəlalardan biri narkomaniyadır. Narkomaniyaya qarşı mübarizə. Demək olar ki, dünya dövlətlərinin dövlət siyasətinə aiddir. Yəni, bu bir kampaniya xarakterli deyil. Biz narkomaniyadan danışanda, narkomaniyaya qarşı mübarizədən danışanda bunu bir kampaniya xarakterli etmirik. Bu davamlı olaraq gedir. Çünki bu dövlət siyasətinin ayrılmaz bir hissəsidir və narkomaniya bilirik ki, insanların həyatını alt-üst edən, cəmiyyət arasında ağ ölüm adlanan dəhşətli bir faciədir. Və biz nə etməliyik, dəyərli bizim qonaqlarımız? Biz o mübarizədə öndə gedənlərdən olmalıyıq. Bir vətəndaş cəmiyyəti olaraq, düzdürmü Yasəmən xanım? Müzakirənizi istəyirəm və bilirəm ki, sizin bu müzakirəniz fonunda bizi izləyən gənclərimiz nəsə sizdən öyrənəcəklər bugün. Telefon xəttimiz ixtiyarınızdadır əziz tamaşaçılarımız. Buyurun suallarınızı. Buyurun, dinləyirəm sizi. Nə etməliyik narkomaniya ilə mübarizədə? Daha nələr etməliyik? Bəli. Adlanan bu, necə deyim, iyrənc bir vasitə. Deyərəm ki, neçə ailənin artıq məhvinə səbəb olub və bu bir ana olaraq, bir qadın olaraq hər birimizi doğrudan dərindən düşündürməlidir. Bunun ictimai müzakirəyə çıxarıldığına görə mən Gülər xanıma, Nuranə xanıma çox təşəkkür edirəm. Elə mənə Gülər xanım da deyə bilərsiniz, canım gözüm. Varım da şey. Hə, elə əl mikrofonu ilə danışın, indi səs rejissorumuz düzəliş edəcək. Buyurun əzizim. Yəni, çox təşəkkür edirəm ki, belə mövzuları tez-tez televiziya kanallarına çıxardırsınız. Ancaq bunu tək televiziya kanalı düzdür. Bütün dünya baxır, milyonlarla insan izləyir. Amma mən deyərdim ki, bunu bizim televizoru izləməyən
məktəblərdə, institutlarda, gənclərin çox olduğu məkanlarda tez-tez ardıcıl keçirmək lazımdır. Yəni bu ictimai müzakirənin əsas mövzusu olmalıdır və mənə belə gəlir ki, ölkəmizdə mənə eşitdiyimə görə bir 400-ə yaxın qeyri-hökumət təşkilatları var və bunların hardasa 100-ü gənclərə, uşaqlara, qadınlara həsr olunmuş qeyri-hökumət təşkilatlarıdır. Onlar bu işdə çox çalışmalıdırlar, çox ardıcıl mübarizə aparmalıdırlar. Bilirsiniz, əvvəllər maariflənmə işi çox sürətlə gedirdi. Yəni, mən öz dövrümdən danışıram. İndi o elə bil ki, biraz ləngiyib. Bunu biraz da sürətləndirmək lazımdır. O kimdən asılıdır? Bax, biz analardan. Əsas analardır burada. Həm müqəssir, həm cavabdeh. Aha. Həm müqəssirdirlər, ona görə ki, uşaqları nəzarətsiz buraxırlar, onların tərbiyəsinə çox vaxt ayırmırlar, tez-tez məşğul olmurlar və sonra da gəlir, bəli, ağ ölümə çıxır. Bəli, Reklamlara ayrılırıq əzizlərimiz, reklamlardan sonra müzakirəmizi davam etdirəcəyik. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Əziz tamaşaçılarımız, verilişimizin baş sponsoruna dərin təşəkkürümüzü bildiririk. Birdavid mərkəzinə. Dəyərli valideynlər, dəyərli analar və atalar, əgər övladınızda autizmin əlamətlərini hiss edirsinizsə, vaxtınızı itirməyin mənim əzizlərim. Birdavid mərkəzi 20 ildən artıqdır ki, dünyada fəaliyyət göstərən və fəaliyyəti dövründə deyək ki, bir çox ailələri övladlarının autizmi sıfıra endirməyi bacaran mütəxəssisləri ilə tanınan bir mərkəzdir. Birdavid mərkəzi bugün Azərbaycanda öz fəaliyyətini davam etdirir. David Eyxel və Yosifa Eyxel Azərbaycandadır, artıq xeyli müddətdir və dünyanın bir çox ölkələrindən bu mərkəzə, Azərbaycana bugün övladının sağalması üçün gələn valideynlər var. O valideynləri siz vaxtaşırı bizim proqramımızda görürsünüz. Hansı ölkədən gəlməyən valideyni burada görməmisiniz ki, Ukrayna, Rusiya, Belçika, Hollandiya, Fransa, Amerikadan gələn belə valideynlərimiz olub. Bu valideynlər niyə Azərbaycana gəlirlər, niyə uzaq yolu qət edib gəlirlər? Özü də ildə bir neçə dəfə gəlirlər və hər dəfə gələndə 2 ay, 3 ay Azərbaycanda qalırlar. Bilirsiniz, bunlar hamısı böyük xərclərdir. Demək ki, bu valideynlər, bu ailələr müsbət təsiri görürlər. Uşaqlarındakı irəliləyişi görürlər, inkişafı görürlər ki, ikinci dəfə gəlirlər. Bax, ona görə mən sizə tövsiyə edirəm, dəyərli Azərbaycanlılar, bizim uzaq dağ kəndlərində yaşayan valideynlərimiz, övladınız sizin gözünüzə baxmırsa, övladınız hələ də danışmırsa, çox aqressivdirsə, normal yatmırsa, normal qidalandıra bilmirsinizsə, demək ki, problemlər var. Bax, bu problemi aradan qaldırmaq üçün Yosifa xanıma və David bəyə müraciət edə bilərsiniz. Az təminatlı ailəsinizsə əgər müraciətləriniz əsasında bizim çıxış yolunun adını deyəcəksiniz, sizə xüsusi endirimlər olacaq. Bunu da mən sizə söz verirəm. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürümü bildirirəm. Və bizim ikinci sponsorumuz Vertebra Onurğa Mərkəzidir. Dəyərli professorumuz İradə xanımı salamlayıram buradan. Öpürəm, bağrıma basıram. Niyə? Çünki İradə xanım bizim göndərdiyimiz, yönləndirdiyimiz xüsusilə Qarabağ müharibəsində iştirak edən qazi qardaşlarımız ki, onlara daha sonra reabilitasiya lazımdır və onların bir çoxlarını, demək olar ki, əksəriyyətini təmənnasız bu klinikada müalicə edib, özü müalicə edib, şəxsən özü onları müayinə və müalicə edib. Bax, buna görə təşəkkürümü bildirirəm. Sizin də, mənim əzizlərim, ayağınızda, belinizdə ağrılarınız varsa, ağrıdan əziyyət çəkirsinizsə, buyurub müraciət edə bilərsiniz Vertebra Onurğa Mərkəzinə və may ayının 5-dən 10-una qədər Almaniyadan bir professor dəvət edib. Bizim dəyərli İradə xanım və bu professor Şors üsulu ilə burada təlimlər keçəcək. Fizioterapevtlərə və reabilitoloqlara müraciət edirik. Buyurun, mənim əzizlərim, siz də ayın 5-dən 10-una qədər müraciət edə bilərsiniz, təlimlərdə iştirak edə bilərsiniz. 051 və 055 ilə 949 16 16 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürümü bildirirəm professora. Belə mənim əzizlərim, davam edirik müzakirəmizi. Buyurun.
QHT rəhbəri olaraq ümumiyyətlə bu narkomaniya ilə bağlı çox layihələrimiz olub, amma bilirsiniz necədir? İllər lazımdır buna, yəni Nuray xanım, illər lazımdır və maarifləndirmə, o xanım demişkən, tək olmamalıdır. Yəni maarifləndirmə bütünlüklü olmalıdır və davamlı olmalıdır. Davamlı olmasını isə əlbəttə ki, hər bir vətəndaşın yəni özünə bunu borc bilməlidir. Çünki hər bir vətəndaşımız məktəbdə oldu, küçədə oldu, iş yerimizdə oldu, belə bir yəni problemi görəndə, əgər onu yəni aydınlaşdırmırıqsa və deyiriksə ki, nəyimə lazım, deyiriksə ki, bizlik deyil və deyiriksə ki, yox, bunu kimlər istəyirsə bunu etsin. Yəni hər bir ana olaraq, bir vətəndaş olaraq, bir QHT rəhbəri olaraq, müəllimə olaraq biz bunu əlbəttə ki, öhdəsindən gəlmək üçün çalışmalıyıq. Çünki biz deməməliyik, mənim balam deyil, mənim evladım deyil. Çünki biz Azərbaycanlı olaraq, hər bir Azərbaycanlı bizim yəni evladımızdır, balamızdır, atamızdır, anamızdır və ona görə də mən düşünürəm ki, bunun üzərindən keçmək qeyri-mümkündür. Yəni ona görə narkomaniya yəni bir bəla olmasına baxmayaraq, biz yenə də maarifləndirməmiz çox zəifdir. Mən belə düşünürəm və bunun üçün mənə elə gəlir ki, yəni həkimlərimiz də belə, misal üçün biz çalışmalıyıq buna, hər bir vətəndaş olaraq. Bəli. Olaraq sizlər, QHT rəhbərləri, səhiyyə işçiləri, hüquq mühafizə orqanları, hamı birgə əl-ələ vermək lazımdır. Çünki bu bizim gələcəyimizdir. Bir yerdə fəaliyyət göstərməlidir. Mən ona görə. Çünki gələcəyimizdir bu Hər bizim. zaman birinci növbədə ailə durur, ailənin tərbiyəsi durur, tərbiyələndirmə durur. Çünki hər övladını nəzarət altında saxlamalıdır. Onun hər kimlərlə dostluq eləyir. Neyinir, nə iş görür. Məsəl üçün, pul istəyir valideyndən. Bunu nə üçün istəyir? Bunu bilməlidir valideyn ki, bu uşaq pulu nəyə görə, niyə istəyir, nəyə istifadə edəcək? Bəli. Nə bilirsən, bəlkə səndən alıp gedib kimdənsə pis, məsəl üçün, məktəbdə pis uşaqlara, yəni hansı ki, o işlə məşğul olan uşaqlara ola bilər, onlarla dostluq eləyir, onlar onu başqa bir pis yola çəkirlər. Ona görə də o nəzarətdə olmalıdır. Neynirsən? Bunu, yəni bir şey alıramsa, bunu alır, valideyn yoxlamalıdır. Görün, həqiqətən də buna istifadə elədir. Gözəl, doktor, deyirsiniz ki, valideyn yoxlamalıdır. Bəs axı, digər zamanda deyirsiniz ki, uşaqlara baskı etmək olmaz, uşaqlara hörmətli... Yox, baskı etmək deyil, baskı etmək deyil. Bunu, yəni, deyir o bir sözü uşağa, yəni sırazı belə üzünə vurub demək olmaz birbaşa. Onu ətrafdan fırlanıb gəlib axır nöqtəyə çatır. Onu da hər valideyn bacarırmı? Onu amma məcburdur. Bu uşağı dünyaya gətirmisənsə, sən məcbursan bunu eləməyə. İstəyirsənsə uşağın başqa bir pis vərdişlərə qoşulmasın, tərbiyəli bir gənc yetişdirəsən, cəmiyyət üçün xeyirli insan yetişdirəsən, nəzarət eləməlisən, zəhmət çəkmirsən, dünyaya gətirmisənsə, sən buna nəzarət eləməlisən. Borcundur, hə? Əlbəttə ki. Valideynlik borcu, bəli. Bəli, valideynləri maarifləndiririk ki, onlar diqqət etsinlər. Əlbəttə, övladım harada zaman keçirir, kimlərlə danışır, məndən biraz uzaqlaşırmı, tanımadığım dostları olurmu, otağına daha mı çox çəkilir və bəzən hal-hazırda uşaqlarımız valideyndən çox bilmədiyi məsələləri süni intellektdən soruşa bilirlər və süni intellekt nə qədər onlara doğru məlumatlar verir, bilə bilmirik. Amma bundan əvvəl biz əslində istəyərik ki, valideynlər övladları ilə elə dost olsunlar, elə münasibət qursunlar ki, övladlarının problemi olduğu zaman gəlib valideynlərinə rahat şəkildə anlata bilsinlər. Çünki biz narkomaniya deyəndə bəzən təkcə onun həzz yönünü nəzərdə tuturuq ki, yəni burada insanlar həzz almaq istəyir, daha çox dopamin ifraz olunsun, özünü daha yaxşı hiss eləyim. Amma əslində narkomaniyaya insanlar acıdan çəkmək üçün, çəkinmək üçün daha doğrusu daha çox yönəlirlər. Necə acıdan çəkilmək üçün? Məsələn, bugün başım ağrır, amma başım ağrımasın. Sevgilimdən ayrılmışam, acı çəkirəm, amma bu acını çəkmir. Bəli, emosional olaraq, yəni acı çəkdiyi zaman, psixoloji olaraq biz hər an, hər zaman xoşbəxt və ya sevincli ola bilmərik də. Təbii ki, acı günlərimiz olur, yas günlərimiz olur. Bu günlərdə əslində valideyn övladı ilə öncədən üzgün olduğu zaman nə edə bilər? Çünki hər birimiz üzgün ola bilərik. O zamanlarda yürüyüş etməkmi, musiqi dinləməkmi, bərabər zaman keçirtmək, söhbət etmək, harayası bir əylənməyə getmək, bərabər uyğun ortamlarda. Valideyn uşaq. Bəli, əlbəttə. Əlbəttə ki, biz bunu sağlam, doktor, bunu sağlam ailədən. Amma ailə var ki, ümumiyyətlə ailə var ki, ümumiyyətlə ailənin özündə bu narkomaniya baş alıb gedir.
Biz əslində burada Bəli, sağlam əlbəttə ailədən ki. danışırıq. Və ailə olaraq biz ön yarğılı olaraq sağlam ailədən söhbət gedir ki, ön yarğılı olmalıyıq ki, biz tərbiyə verdiyimiz, böyütdüyümüz uşaqlara artıq onlar bilsinlər, onlar artıq 10 yaşına çatanda bilsinlər ki, narkomaniya nədir? Maarifləndirmə, ailənin birinci Əlbəttə ki, içində, maarifləndirilməlidir. bəli, ailənin özündən gəlir. Mən belə düşünürəm. Bir məsələ var, hörmətli bizim ekspertlərimiz. Sizin dediyiniz kimi doktorumuz çox normal, gözəl Bəli. bir ailənin Bəli. yəni tablosunu cızdı, düzdürmü? Bəli. Uşaq acı çəkirsə, uşaq öz otağına qapanırsa, mən uşaqla bir yürüyüş edeyim. Yəni hələ ki bir problem yoxdur. Ailə Onlar var həm- ki, ana və yaxud ata ilkin olaraq hiss edir ki, o nə isə edir. Bax, onda valideyn nə etsin? Yəni ilkin addımlarını atır. Yəni valideyn artıq bilir, hiss edir, duyur və övladına bunu açıqlayıb deyə bilmir. Övladına desə təpki gələcək övladından. Ehtiyat edir ki, Ətəm müəllim, uşaq evdən gedə bilər, amma valideyn əziyyət çəkir, hörmətli psixoloq. Bilir ki, uşaq nədənsə istifadə edir. Uşaq deyəndə deyək ki, yeniyetmə, hə? Bəli. Belə olan halda nə etsin bu valideyn? Valideyn öz sevgisini birinci bildirməlidir. Aha. Öz sevgisini bildirməlidir. Necə bildirsin sevgisini? Həm ünsiyyəti düzgün uşağı gizlətməsin o sevgisini. Bəzi valideyn, çox valideynlər utanırlar öz sevgisini. Məsələn, Axı bizdə atalar Azərbaycanda valideyn çox göstərmirlər. belə ərköyün edir uşaqları, O sevgisini çox başqa, göstərir. amma çoxu bu atalarda ən çox. Yəni öz sevgilərini göstərməyə şey eləmirlər, göstərmirlər. Göstərə bilir. Atalar Göstərə sevgisini bilmirlər. göstərə bilmir deyirsiniz. Bəli, çoxu göstərə Allah bilmir. sevgisini hər 80%. zaman gizli göstərir. Gizli? Çünki Bəli. bizim mentalitetə uyğun olaraq həmişə Gizli də ata baş bəla. uşağı Bəli. öpməkdir, qucaqlanmaqdır, Uşaq onu gizli. öz Amma bu ürəyinə günləri atabilir. cəmiyyətdə çox azınacaqlı bir vəziyyətə gəlib ki, bu günlər narkomaniya günü-gündən artır. Bəli, bütün dünyada Bütün dünyada, tək Azərbaycan deyil. Hələ Azərbaycan şükürlüdür başqa ölkələrə baxanda. Bəli. Vəzifədən asılı olmayan bir şeydir. Bir-birindən, dinindən, Dinindən asılı olmayan yaşından, bir şeydir. tutduğu mövqeyindən asılı deyil. Heç kəs sığortalanmayıb ki, mənim ailəmdə belə bir şey olmayacaq. Amma bu günləri cəmiyyətimizdə insan dəyərləri ucuzlaşıb. Bəli. Bax, ailə institutlarının dağılması, ailədə olan o müəyyən problemlərin ictimaiyyətə başqa cür çıxardılması. Siz Bəli. nədəndir, baxın. onu bilirsiniz Yo, mi? yo, yo, biz deyilik. Bəli, o Biz cəmiyyətin bir üzvü də bizik. Bəli, bax, Bəli. əgər Bugün- bilirsiniz, bax o deyirsiniz ha. Hə. Çox Bizik, istəyirəm. bizik günahkar. Baxın, burada yəni bir 7 nəfər oturmuşuq. Biz özümüzdən başlayaq. Görək haçansa biz ailəmizdə oturub narkotikdən, sonra bu Pis pis vərdişlərdən evladlarımızdan o yeniyetmə dövründə danışmışıqmı, danışırıqmı? Əslində bilirsiniz necə evdən Danışırıq, başlayır. danışırıq. Deyirsiniz institutlar, düzdürmü? O institutlardan əvvəl bizim ailəmiz gəlir. Biz o ailədən Ailə başlayırıq. institutunu keçib gəldik. Bəli, Ora. o ailədən gəlir. Baxın, biz bir uşaq var həyatımızda, evladımız var. Biz o evladı böyütdükcə biz ona gedirik. Çünki mən həmişə deyirəm, birinci valideynləri maarifləndirək. Bəli, Valideynlər Mən o maariflənməlidir. məsələyə gələcəkdim. Bəli, Bütün valideynlər tədbirlərdə. maariflənməlidir ki, valideyn maariflənəndə artıq evində maariflənir o. Yəni istənilən halda, istənilən bir ailədə hər bir valideyn birinci öz evladından başlamalıdır. Misal üçün deyirsiniz ki, biz küçədə misal üçün kiminsə uşağı olub, narkotik ucuzlaşıb, amma məktəblərə gəlib, birinci məktəbə gələn uşaq 6 yaşına qədər məktəbə gəldi, 10 yaşına qədər birinci hər bir valideyn öz evində uşağın dostu olmalıdır. Hər bir valideyn öz evladının dostu olsa, Biz onu o bacarmalıyıq. cəmiyyətdə, Biz onu bəli, bacarmalıyıq. biz onu bacarmalıyıq. Əziz Önəmli olan tamaşaçılarımız, odur. Sonra sizin biz də, institutlara gələcəyik. Fikirləriniz onu bizim deyirik üçün ki, çox bu maraqlıdır ailədən mənim əzizlərim. başlayır, yəni. Telefon nömrələrimiz sizin ixtiyarınızdadır. Vəfa xanım çox gözəl bir fikir bildirdi. Biz özümüz, hər birimiz evdə olan yeniyetmə övladımızla əyləşib bir stəkan çay içə-içə, ümumiyyətlə narkomaniya nədir, narkotik vasitələr insana hansı fəsadlar verə bilər, gələcəyi necə ola bilər, dünya üzərində narkotikin deyək ki, vasitələrindən istifadə edənlərin aqibəti necə olur? Bununla bağlı övladımızla danışırıqmı? Yeniyetmə övladımızla bu haqqda danışırıqmı? Fikirləriniz mənim üçün çox önəmlidir. Buyurun, zəng edib yaza bilərsiniz. Orqanları, üzr istəyirəm. Bəli. Hüquq mühafizə orqanları narkotiklə mübarizədə artıq demək olar ki, bir hücuma keçib. Bəli. Çünki artıq siqnal, həyəcan siqnal çalır. Bəli, bəli. Azərbaycanda xüsusilə. 2 ayın söhbətini edirəm sizinlə. Bizim yaxın bir ailə dostumuzun övladı
nə deyirəm, bax deyirsə ailə dostu, yəni ailə. Övladı özü bir uşaqdır, övladı artıq ata-ana sözünə baxmırdı. Görürsüz? Mənə dedilər ki, bəs necə olmasa sən bunları... Mən o uşaqla söhbət edim, gördüm ki, bu uşaq artıq biz necə narkotik yox, o kriminal aləmə biraz yönəlib də. Həmin o uşağı götürdüm, Mənim yaxın dostlarımdan biri polis rəisi işləyir. Və apardım o polis idarəsində olan İVS-ə. Və orada göstərdim ki, bax bala, o uşaqlarla, o şeylərlə məşğul olanlar, axırı bax budur. Göstərdiniz. Bəli, göstərdim. İnanın, o uşaq 3 gündən sonra tamam dəyişdi. Bariz fakt göstərdim Siz ona bariz nümunə göstərmişsiniz. Reklamlara ayrılaq əziz tamaşaçılarımız. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Əziz tamaşaçılarımız, davam edirik və narkomaniyadan danışırıq. Doğrudan da narkomaniya ilə mübarizədə təkcə kütləvi informasiya vasitələri deyil, təkcə səhiyyə işçiləri deyil, təkcə hüquq mühafizə orqanları deyil. Bütünlükdə cəmiyyət olaraq mübarizə aparmalıyıq və aparırıq da. Azərbaycanda doğrudan da bu mübarizə çox güclü formada gedir. Biz övladlarımızı qorumağa çalışırıq. Övladlarımızı qorumaqla biz gələcəyimizi, Azərbaycanımızın gələcəyini qorumuş oluruq. Və bizim dəyərli burada həkimlərimiz var, bəli. Bu yolun bir yaxşı istiqaməti də var ki, Nədir? məktəblərdə adi sinif otaqlarına keçən koridorlarda mən görmüşəm bir neçə məktəbdə artıq o şey həyata keçirilir. Video roliklər hazırlanır və göstərilir. Narkomaniyadan əziyyət çəkən uşaqlar, siqaretdən əziyyət çəkən uşaqlar, polislərin onlarla nətər söhbət aparmağı, bunlar çox önəmlidir. Bax, bəli, bu çox önəmlidir. Yəni, bu bir neçə məktəbdə göstərilməklə olmur. Bunun özü də bir kütləvilik almalıdır. Təhsil Nazirliyinin, yəqin ki, bu yöndə görüləsi işləri var. Onlar da bu yöndə məktəblərə göstərişlər verməlidir. İndi bir məktəb direktoru əgər özündən bu şeyi eləməyi istəyirsə, eləyirsə, Nuranə xanım, Əslində Təhsil Nazirliyinin bununla bağlı məktəblərə getdik, universitetlərə getdik, maarifləndirmə ilə bu dövlətimizin siyasətidir. Təhsil Nazirliyinin bu... Ancaq indi elə məktəblər var ki, orada yoxdur. Gedirsən, yoxdur. Yox, var. Bütün Təhsil Nazirliyi, bu Təhsil Nazirliyinin bir ekspertimiz cavablandırsın. Yəni Təhsil Nazirliyinin bu belə bir ideologiyası var ki, hər bir məktəbdə, yəni hər bir rayonun, misal üçün Binəqədi, Nizami, Sabunçu rayonları da həmin məktəblərdə bu demək olar ki, maarifləndirmə gedir. Narkomaniya ilə bağlı videoroliklər, bəli, Nizami rayonunda xüsusi gedir. Mən dəfələrlə iştirak eləmişəm. Bəli, yəni orada hər bir məktəbin özündə onlar videoroliklər, polislərimiz gəlib maarifləndirmə edirlər, bu var. Amma cəmiyyət olaraq bunu bizim də borcumuzdur. Biz hər bir vətəndaş olaraq Bir sual edeyim, mən sözüm yarımçı qaldı. Yaxşı, gənclər narkotikdən niyə istifadə edir? Niyə qaçır narkotikdən? Buyurun. Psixologumuz, buyursun. Ümumiyyətlə, bəli, mən asılı şəxslərlə, bilirsiniz, ümumiyyətlə narkomaniya deyəndə biz narkomaniyanı düzgün şəkildə ifadə etməliyik. Biz balaca uşaqlara narkomaniya deyəndə bəlkə də ki, o uşağın narkotik sözündən xəbəri yoxdur, amma biz ona anlatmış oluruq ki, narkotik deyilən bir vasitə var. Ümumiyyətlə, bu asılılıqdır və bu beyin xəstəliyidir. Narkomaniya xroniki beyin xəstəliyi hesab olunur, ona görə də orada insanların sağalması prosesi çox uzun, çox çətindir və çox uzun sürür. Reabilitasiya mərkəzlərində, misal üçün 12 addım proqramı tətbiq eləyirlər. 12 addım proqramı əslində insanı maddədən uzaqlaşdırmağa kömək eləyir. Çünki mən 12 addım proqramı tamamilə tanış olmuşam. Çünki çalışdığım zaman bu istifadə olunur deyə lazımdır bu haqda bilgi almaq. Düzdür, narkomaniya ümumiyyətlə maddə asılı
qatlığı çox gəncləşib, onların tərkibində sintetik maddələr çoxdur deyə beyində üzvi zədələr yaradır və bu gerçək bir beyin xəstəliyidir. Yəni necə xroniki xəstəliklər var, digər bu maddə asılılığı da aynən bu qədər çox ağır bir xəstəlikdir. Bizdə problem nədədir? Bəzən ailələrdə bu maddə asılları olanda insanlar onu sağlam insanlarla müqayisə etməyə başlayırlar və problem ondadır ki, bizim cəmiyyətimizdə önə keçə bilmirik. Ailələr olsun, misal üçün aparıb uşaqları, insanları qoyurlar reabilitasiya mərkəzinə. O qalır orada 6 ay proqramı keçir və birinci növbədə psixoloqla danışmağa üstünlük vermirlər. Onlara elə gəlir ki, sadəcə 12 addım proqramı keçəcəklər, sağalacaqlar. Valideynlər də bunu gözləyirlər, amma bu sağalma deyil. Onlar heç vaxt sağalmayacaqlar, amma maddədən uzaq qala bilirlər. O uzun sürə, necə ki, xroniki xəstələr... Heç vaxt sağalmayacaqlar? Bilirsiniz, bu beyin xəstəliyi, necə ki, xroniki xəstəliklərdə... Axı, biz şəxsən öz proqramımızda, çıxış yolu proqramında şəxslər olub, bizim proqramımıza gəliblər. Sizin dediyiniz 12 addım proqramından istifadə ediblər və adam gəlib ki, mən artıq 5 ildir istifadə edirəm, normal şəkildə yaşayım. Demək istəyirəm, Nurani xanım, bu beyin xəstəliyi, necə ki, misal üçün, xroniki xəstəliklər var, siz daima dərman içə-içə yaşayırsınız da, misal üçün. Bu da daima, yox, orada dərman içmirlər. Sadəcə olaraq bu düşüncə xətalarıdır da. Ona görə də onlar daima nəzarətdə saxlamalıdır özünü. Qayıda bilər deməli. Bəli, 25 ildən, 30 ildən sonra. Uşaqlar xəstələnirlər. Nə edirlər? Mən fikrimi bildirim, zəhmət olmasın. Fikrini tamamlasın, buyurun. Bu maddə elə bir şeydir ki, 5 ildən sonra da, 15 ildən sonra da, 25 ildən sonra da insanda depressiv hal baş verə bilər və onun yenidən beyin o ana qayıda bilər və bəli, xəstəliyin ağırlığı xəstəliyin ağırlığı ondadır ki, burada beyin zədələnməsi var və daima düşüncələr, onlarda bilirsiniz necədir, adi sözlər belə istifadə eləyəndə daima onların axlından keçən maddələrdir. Çünki orada elə bir dopamin partlayışı baş verir ki, misal üçün normalda insan orqanizmində ən pik həddə 200-ə qalxır dopamin, narkotik maddə istifadəsində 2000-ə qalxır və o heç bir halda həyatda müqayisə deyil. Bəli, heç bir. Yəni mən onlarla danışanda belə soruşuram, misal üçün həyatınızda ən gözəl bir şey baş verdi. Yəni övladınız oldu və yaxud da sevdiyinizlə ailə qurdunuz və heç bir halda onlarda nə duyğular, nə heç nə onları etkiləyə bilmir əvvəlki kimi. Çünki o həzzi heç nə yaşada bilmir onlara. İndi siz baxın əziz tamaşaçılarımız, baxın bu narkotik vasitənin dəhşətinə baxın, insana verdiyi fəsada baxın, insanın beynini sanki dəyişdirir. Olursan başqa bir adam, başqa bir kimsə. Nə olur? Ciyərlər xəstələnir, düzdür? Ciyərlər xəstələnir və ciyərlər xəstələndə mütləq biz nə etməliyik? Dərman müalicəsinə keçməliyik. Əslində, hörmətli həkimlərimiz də elə buradadılar. Biz bilirik ki, narkotik vasitələrdən istifadə edənlər, yəni asılılığı olan insanlar daha sonra bu reabilitasiya dövründə də, hətta reabilitasiyadan sonra da dərman müalicəsinə keçir. Ümumiyyətlə, antibiotiklərdən istifadə edirlər. Ciyəri xəstələnən adam əlbəttə. Məsəl üçün, deyək ki, ağciyərlərində artıq məcburdur antibiotiklərdən istifadə olunması. Mütləq, bəli. Əsasən də iynə istifadəsinə qədər gəlib çıxdığı zaman bir-birinin iynəsini istifadə edə bilirlər və bu şəkildə də bir-birinin infeksiyasına yoluxa bilirlər. Yəni, bəli, onlarda daha çox rast gəlir bu xəstəliklərə. Artıq bu yoluxucu xəstəliklər də olduğu zaman antibiotik istifadə etməyə başlayırlar ki, bunun qarşısını alsınlar və yaxud da həddən artıq çox xroniki istifadədə mədə-bağırsaq pozğunluqları yarana bilir. Buna qarşı da öz-özlərinə antibiotik istifadə etməyə başlaya bilirlər. Bax, siz doktor dediniz ki, deyək ki, bağırsaq sistemində, mədə-bağırsaq sistemində pozğunluq yaranır və antibiotiklərdən istifadə edirlər. Amma çox zaman insanlar söyləyirlər ki, antibiotikdən istifadə etdikdən sonra bağırsaq florası pozulur və mədə-bağırsaq sistemi problemi. Bu düzdür. Bunu biz belə izah edək. Əlbəttə ki, o həm mədə-bağırsağa, həm məsəl üçün qaraciyər yüklənir, börəklər yüklənir. Antibiotik istifadə edəndə. Əlbəttə ki, uzun müddətli istifadə eləyirsə, bu həkim nəzarəti ilə olmalıdır. Bunu istədiyi vaxtı mən bunu kəsim ta eləməyim, o da düzgündür. Çünki gələcəkdə əgər düzgün o preparatları qəbul eləyəndə, o düzdür. Həmin o xəstəliklər hansı ki xəstəliyə görə qəbul eləyirdi, bəli, o sağaldacaq onu. Yəni amma əgərsə onu düzgün həkim nəzarətsizliyində düzgün qəbul eləmirsə,
Bəli, orqanlar yüklənir, ən çox qaraciyər burada ziyan çəkir, böyrəkləridir. Bu ancaq məsəl üçün insan bədənində bakteriyalar varsa, bu bakteriyaları məhv eləmək, onları yəni sağaltmaq üçün o antibiotiklər lazımdır. Antibiotiklərdəki yarımçıq kəsəndə gələcəkdə bu fəsadlar verir. Fəsad verir. Bəli, əlbəttə ki, bəli, buyurun. Antibiotiklərlə bağlı deyəcəm, sonra narkomaniyaya dönəcəm. Deyə bir şey var bugünkü gündə. Hər yaş həddinə görə var. 0 yaşdan neçə yaşa qədərdirsə, biz bu dəqiqə antibiotiklər. Bəli, biz bu dəqiqə onun mütaliəsini keçirik. Türkiyədə yəni qəbul etdiyin zaman o antibiotikin haralardakı zərərlər qoyub ya, oranı az da olsa demirəm, %100, %80 civarında, %50, %70 civarında oranı toparlayır. Ona görə də mütləqa antibiotik qəbul etməyə başladın ya başlamadan öncəsində, ya da başladıqdan sonrasında mütləq kullanmaq lazımdır. Səhər-səhər ac qarnına. Ümumiyyətlə bilmək istəyirəm, antibiotiklərsiz, siz biraz öncə dediniz ki, əgər bakterial bir deyək ki, varsa, mütləq şəkildə infeksiya varsa, bakterial infeksiya varsa, biz antibiotikdən istifadə edirik ki, o bakterial infeksiyanı aradan qaldıraq. Bəs bakterial infeksiya var, antibiotikdən istifadə etmədən onu aradan qaldırmaq mümkündür. Olar, mümkündür. O da necə birinci növbədə immuniteti qaldırmaq lazımdır ki, o xəstədə, yəni o immunitet o xəstəliyə müqavimət göstərə bilsin. İmmuniteti qaldırmaq. Bəli, bəli. Birinci növbədə o müqavimət göstərdikdə, o istər-istəməz bəzən də elə olur ki, öz-özlüyündə o məsəl üçün sağalma gedir onda. Heç onda antibiotika istifadə eləmək ehtiyac qalmır. Davam edin, sualınızı verərsiniz. Ən böyük kəşflərindən biridir. Amma bu mütəxəssis əlində olduğu zaman, reseptlə yazıldığı zaman, doğru olduğu zaman, yəni bir deyəlim ki, xəstə həkimə müraciət eləyir. Öncə burada sidik və nəcisdən əkilmələr götürüldü. Ortaya çıxdı ki, bəli, bakterial infeksiya var. Buna uyğun antibiotika qarşı həssaslıq qoyuldu, təyin edildi və həkim resept yazır və orada da resept yazıldığı zaman o antibiotikin neçə gün müddətinə istifadə olunması lazımdır, hansı dozada istifadə olunması lazımdır, nə vaxt buraxılması lazımdır. Reseptdə necə təyin edilibsə, o şəkildə təyin olmalıdır Nurayna xanım. İndi xanım ekspertimizin dediyi kimi, bayaq dediniz ki, bəs bağırsağı pozurmu və ya pozmurmu? Bağırsaqda bakterial infeksiya, bəli, pozur. Bağırsaqda mikrobial infeksiya varsa biz ona antibiotik təyin edirik və yaxud da ümumiyyətlə bədəndə var, təyin etdik. Bağırsağımızda normal mikroflora var, hansı ki onun bizə faydaları var. Məsələn, yediklərimizi həzm etmək kimi. Amma bu normal mikrofloranı da antibiotik öldürür, göbələk infeksiyalarına da səbəb ola bilir. Əgər düzgün istifadə eləmədikdə, orada xeyirli bakteriyalar da var. Bağırsaqda. Zərərli də var. Bəli, düzgün istifadə edilmədiyi zaman. Yəni o antibiotiklərdə məsəl üçün onu bilmir axı bu hansıdır, xeyirli hansıdır, zərərli hansıdır. O bütün bakteriyaları məhv edir. Hamısını öldürür. Ay sağ ol. O da ziyan eləyir artıq. O xeyirli bakteriyalar məhv olur. İndi məsələ burasındadır ki, bəli, ölkələrdə antibiotiklərin istifadəsi qadağan olunmuşdur. Amma əslində belə baxanda dünyanın demək olar ki, bir çox ölkələrində antibiotiklər reseptsiz olaraq satılır apteklərdə. O da düzgün deyil. Bəzi Avropa ölkələrində də heç antibiotiki icazə vermirlər. Məsələn, MDB ölkələrinin deyək ki, 70-80%-də, keçmiş MDB ölkələrində, keçmiş seri ölkələrinin 70-80%-də antibiotiklər reseptsiz Rusiyanın özündə antibiotikdən müəyyən qaydada məsələn qadağalar var. Yəni biz bildik, bilmədik. Deyək ki, mən valideynəm, bildim, bilmədim. Uşağın əgər hərarəti varsa, hətta həkimə demədən belə zəng edib, qonşudan, rəfiqəmdən, xalam qızından soruşub, doktor, səmimi danışaq da, bugün reallığımız budur və bu reallığımızın fonunda biz bir çox uşaqlarımızı iflicə qədər aparıb çıxara bilirik. Dəyərli valideynlər. Bəli, həkimdən çox qonşuya inanırıq, zəng edirik Fatmanisiyə. Fatmanisədən soruşuruq ki, keçən həftə sənin uşağın qarnı ağrımışdı, uşağa nə vurdun? Fatmanisə də deyir ki, bunu alırsan 5 qram, bunu da buna qarışdırırsan, çəkirsən 5 qram şprisə, vurdun, vəssalam, uşaq sağal. Bunu edir, valideynlər bunu edir. Bəzən adi qripdir, soyuqlamadır, götürürlər antibiotik verirlər. Amma olmaz. Olmaz, doktor. Niyə olmaz, doktor? Niyə olmaz? Niyəsini deyin valideynlərə. Niyə olmaz? Deyirsiniz ki, adi qripdir, götürüb antibiotik vururlar. Niyə olmaz vurmaq? Olmaz çünki onun xeyri yoxdur. Çünki onun xeyri yoxdur.
Xeyr Necə? eləməyəcək. Nabarot bu bədən o antibiotika öyrəşəcək. O öyrəşəcəksə, bu məsəl üçün o ağır xəstə olanda həmin antibiotika eləyəndə o antibiotik ona təsir eləmir. Bu bir səbəb, ikinci səbəb. Qızdırması qalxan kimi antibiotik istifadə edir. Axı hər qızdırmanın səbəbi mikrob deyil. Qızdırmaların bir səbəbi də virus infeksiyası ola bilər. Hansı ki, virus infeksiyasında antibiotikin xeyri və ya faydası yoxdur və istifadə etməyə də ehtiyac yoxdur. Digər üçüncü məsələ deyə bilərik ki, uşağın temperaturu 37 ola bilər, 37 yarım ola bilər. Bu hallarda biz antibiotik vermirik. Bu bədənin özünün təbii şəkildə temperaturunu qaldırır və baş etmə mexanizmində immun sistemini biz ona izin verməliyik. Hər temperaturda biz uşağa antibiotik verməliyik. Üçüncü məsələ, bəlkə də bizim uşağımızdakı problem tamamilə başqadır, mikrob deyil və yaxud da mikrobdursa hər antibiotik hər mikroba təsir etmir. Biz bunu həkimə apardığımız zaman təyin edilir analizlər vasitəsilə ki, bu uşaqda hansı mikrob infeksiyasıdır və bu mikrob infeksiyasına həssaslıq qoyulduqdan sonraki hansı biz antibiotiki təyin etsək, nəticə əldə edə biləcəyik, o antibiotik təyin edilir və digər xətası valideynin nə ola bilir? 2-3 gün istifadə elədim, uşağım yaxşıdır, dayandırım. Olmaz. Niyə? Çünki davamlılıq yaranır, dözümlülük yaranır. Yəni o mikrob belə düşünür ki, 2-3 gün verdin, ona sadəcə öyrəşdi və gücləndi. Gələn dəfə daha güclü bir şəkildə ortaya çıxır və daha üstün, daha güclü bir antibiotik vermək məcburiyyətində qala bilirik. Öz-özünə təyin etmək olmadığı kimi öz-özünə kəsmək və saxlamaq da olmaz. Çox gözəl, davam edin doktor, davam edin. Yəni məsəl üçün bunu kəsirsə, bu xanım doktor düz deyir ki, bu daha güclənir. Onda da valideyn, həkim məcbur qalır buna daha güclüsünü təyin eləsin. O da ona yəni bir tərəfdən xeyr eləyəndə bir tərəfdən ziyanı da olur. Mən ziyanlarını da bilmək istəyirəm. Yəni yüklənir, qaraciyər yüklənir, böyrəklər yüklənir. Bu ancaq o vaxt antibiotik eləyərlər ki, bunda anginadır, məsəl üçün İltihab var. İltihab varsa, iltihablı anginalarda. Sonra pnevmoniya, ağciyərin pnevmoniyasıdır. Sətəlcəmdə əziz tamaşaçılarımız. Bəli, sidik yolların infeksiyasıdır. Yəni bu cür xəstəliklərdə antibiotiklərə müraciət eləyirlər. Yox, biz bir dəfə askıran kimi, bir dəfə öskürən kimi. Buyurun. Həkimlərimizə təsdiqləyər. Bir də antibiotik doğru yazılmalıdır. Məsələn, sinirin öz antibiotiyi var. Məsəl üçün, mədə-bağırsaq sistemlərinin öz antibiotiyi var. Amma bugünkü gündə bəzi yanlış həkimlər, yanlış reseptlərdə, reçetələrdə götürüb, məsələn, 3 dənə dərdi varsa, onu araşdırmadan elə deyir ki, bu antibiotiyi iç yaxşı olacaqsa. Antibiotik də yerinə görə yazılanda, yəni doğru daha təsir edici olur. Və bir də uşaqlarda toxunmaq istəyirəm. Uşaqlarla daha çox şey olduğu üçün uşaqlarda toxunmaq istəyirəm. Uşaqlarda adətən antibiotik öncəsi müəyyən o uşağın canındakı o xəstəliyi alan, o qızdırmanın salmasına o biri şuruba kömək edəcək. Qızdırma salıcı şuruba, ağrı kəsici şuruba kömək edəcək. Şurup yəni dərman. Siroplara. Əslində elə Azərbaycanca elə şurup gedir, elə türkçədə şurup gedir. Yəni bu şuruba kömək edəcək. Bundan sonra şurup deyəcəm. Bunun yanında ibofren tərkibli immun sistemini qaldırıcı, yəni ibofren tərkibli şurup yazılmalıdır. Doktorumuz da dedi ki, immun sistemini qaldırmaq lazımdır. O şurupdan sonra da əgər keçməzsə son müdaxilə əlbəttə ki, antibiotiyə yenə müraciət olmalıdır. Bəli. Antibiotiklərdir, steroidlərdir. Bunlar, doktorlar sual edir. Bunlar nə üçün yaranır? Bəzi. Antibiotik bir inqilabdır. Tibbdə bir inqilabdır. Antibiotiklər, steroidlər. Düzgün istifadə olunsa, o zaman müharibə və ya hansı bir regionda olan əskər. Bəli. Onların tez steroidlərdir, onların tez sağalması üçündür. Amma bunu biz indi gətirmişik. 10 yaşında uşağa antibiotik verir. Olmaz bu. Olmaz. Bu cinayətdir. Və bir şey də demək istəyirəm ki, bu bayaqları sözümüz yarımçıq qaldı. Bu gün gənclər narkotikə niyə üz tuturlar? Bax, gəlin oradan başlayaq. Bu günləri gənclər, hər bir gəncin yeniyetmə dövrü var da. Məsələn, bir xanımla tanış olmaq istəyir, bəlkə cəmiyyətdə özünü nəsə bir ifadə etmək istəyir. İfadədən də əlavə nəsə bir hər kəsdən yuxarıda görmək istəyir. Mən belə. Onun üçün nə edirlər? Gənclərin çoxu. Bu gün narkotikdən nə istifadə edir? Nəyə görə gedirlər ora? Onların bədənində olan o zəifliyi, narkotik ilk olaraq insana nə verir? Yəni bizim hörmətli psixoloqumuz da deyə bilər, cəsarət verir. Amma əziz tamaşaçılarım, bu cəsarət müvəqqəti cəsarətdir. Müvəqqəti cəsarətdir. Yanlış və müvəqqəti. Və yaxud da ki, bəlkə də
mövzudan kənardır, amma bu da bu mövzuda mənə gəlir ki, Qardaş, biz səhv anlaşılmasın. Bu cəsarətdir. Bu əslində siz nədir? Maşın kimi düşünək. Tormuz və qaz sistemi var. Tormuz sistemi gəncində nədir? Utanıram, çəkinirəm, sözümü deyə bilmirəm. Bir narkotik vasitə istifadə edəndə o tormuz sistemi dayanırdı ya, yəni o utanma olmurdu, özünü daha cəsarətli zənn edir. Bu əslində köylərdə otur da, yəni məndən yox. Cəsarət sadəcə utanma duyğusunun azalması, içki içən insan toyda oynaması kimi. Eyni mexanizmdir. Bir danışaq, bir. Biraz cəsarətlənir, sözün deyir. Bəli. Elə tək narkotika deyil ki, alkol Gənclərimiz üzr istəyirəm, gənclərimiz bu günləri, yəni biz indi gənclərlə işləyirik. Yəni bu gənclərimiz bu günləri Nizami rayonu dediniz. Nizami rayonunda narkotiklə mübarizə çox yüksək səviyyədə həyata keçirilir. Azərbaycanımızın, Bakımızın bütün rayonlarında belədir. Bax, gənclər bu günləri fitness klublara gedirlər, idman. Bəli. Proteinlərdən istifadə edirlər. Protein özü də bir steroidlərdən istifadə edir. Steroidin özü də bir narkotikdən pis asılılığa yaradır, düzdürmü? Asılılıq yarada bilər, amma yəni o narkotik vasitə deyil. O protein, o steroid nədir? O ümumiyyətlə protein. Bax, o narkotikin bir növü gəlir çıxır da. Protein insana, insan bir işlə məşğul olsa, fiziki işlə, 40-45 dəqiqədən sonra insan bədəndə enerji tükənir. Yəni xarici enerjidir. Belə deyək, lor dildə deyək, işıqlar sönür, biz generatoru yandırırıq, evə işıq gəlir. 40-45 dəqiqədən sonra bədəndə enerji tükəndiysə, sənə artıq enerji lazımdır. O enerjiyi biz proteinlərdən alırıq, steroidlərdən, düz steroidlər qadağandır, amma bəzi yerlərdə olur. O da asıllıq yaradır. O asıllıq, amma onu da deyək ki, biz məşq elədiyimiz zaman, idman elədiyimiz zaman bizim bədənimizin müəyyən əzələ kütlələri işləyir. O proteinlər nədir? Proteinlər isə bədəndə işləməyən əzələ kütləsinin enerjisini alır, verir sənin işləyən əzələ kütləyə. Yəni müəyyən bir vaxtdan da sonra insanlarda müəyyən problemlər yanar. Yəni mən bunu görmüşəm, açıq da şahidi olmuşam ki, yəni bu günləri... Mən istəyirəm bizim reabilitoloq doktorumuza sual verim. Sonradan indi sizin sözünüzə qüvvət. Bax, o bədən sonradan ki, deyək ki, o əzələdə o sıxılmalar, sonradan ki, bir neçə vaxtdan sonra istifadədən dayanandan sonra o əzələlər ki, yumşalma gedir. O əzələ yumşaqlığı, əzələ tonusunun aşağı düşməsi onurğaya təsir edirmi? Sümüklü ağrılar verir. Buyurun. Buyurun. Əzələ zəifliyi olanda da nə olur? Bəs bizim bu uşaqlarda hamısında skalyozluq nədəndir? Əzələlərin zəifliyindən. Onurğa əzələləri zəifləyir, onurğa dayanmır. Bunu saxlayan, onurğanı saxlayan o ətraf əzələlərdir. O əzələlər də zəif olanda istər-istəməz bir dənə sumka asanda başlayır əyilməyə. Hətta deyək ki, 20 yaş üstü də. Hətta 20 yaş üstü də, gənclərdə də. Fərqi yoxdur. Lap uşaqda da, böyükdə də, lap 30 yaşında da o zəiflik varsa, əgər onurğa ətrafı əzələlər də zəif bir yerdə olmur ki, əzələlərdə, hər tərəfdə əzələlər zəifləyir. O da ki, onurğa durmur, saxlaya bilmir əzələləri. Əzələlər onurğanı saxlaya bilmir. Skalyozdur, kifozdur, lordozdur, nə bilim, bunların hamısı başlayır əmələ gəlməyə. Narkotiklərdən xilasın ən gözəl dərmanı iradədir. İnsanın o iradəsi yüksəkdirsə... O iradəni necə aşılayaq biz gənclərə? Biz 2000-ci ildə biz o vaxt demək, bir ailə bizə yaxınlaşdı. Sağ olsun, Gülsərət doktor da hər bizim yanımızdaydı. Deməli, övlad gedib əskər, ana da biraz imkanlı, yoldaşı rəhmətə gedib və yoldaşda müəyyən miras qalıbdılar. Ananı çəkiblər narkotika. Ananı çəkiblər. Oğul gələndən sonra oğul da çəkiblər narkotika. Biz artıq bunu biləndə gec idi. Məlahət xanım var, biz Məlahət xanımla əlaqə saxladıq və Kəngərli yaxınlaşdıq olaraq narkotika. Ana iradənin gücünə çıxdı o narkotikdən, amma oğul çıxa bilmədi. Ana iradənin gücünə çıxdı o narkotikdən. Çünki qadınlar biraz iradəli olurlar, biraz iradəli güclü olurlar onlarda. Amma çıxdı. Yəni iradənin güclü olmağı qadına kişiyə baxmır. Yox, qadınlar güclüdürlər, həqiqətən iradə tərəfdən. Mən bunu nə qədər sınamışam da, biz o insanlarla müəyyən vaxtda müəyyən bir qeyd altında işləmişik də, qadınlar kişilərdən iradəcə güclü olurlar. Güclüdürlər, bəli. Yəni, bu doktorumuz da, psixologumuz da təsdiqləyə bilər. Yəni, əziz tamaşaçılarımız, bu Ətəm müəllimin fikri deyil. Xanımlara belə iradəli, gözəl deyirsinizsə, alqışlayıram fikrinizi. Əgər bir xanım dediyinizə görə, tanıdığınız hətta şəxsdir, iradəsi güclü olub və bu pis vərdişlərdən özünü saxlaya bilibsə, nə xoş onun halına. Mən bir şey deyəcəm.
bilirsiniz, ümumiyyətlə burada fərdləri ayırmaq lazım deyil. Bu bir beyin xəstəliyidir və bu hər kəs üçün bir xroniki, yenə də deyirəm, beyin xəstəliyidir və çox acınacaqlı sonuçlara gətirib çıxara bilir və yenə də vurğulayıram ki, heç vaxt sağalmır. Sadəcə maddədən uzaq durmağı öyrədir insana. Qadınlarla kişilərə qaldıqda isə qadınlarda bu daha gec gedir. Kişilər burada daha çox necə İstər davamiyyəti, nəzarət onlarda çox olur. Qadınlarda biraz duyğusal olduqları üçün necə deyim, geri dönüşləri çox olur və amma Qadınlara dönüş çox olur. Amma bunu bilirsiniz necədir? Gəlin biz burada balans lazım deyil də. Çünki nəticə olaraqdan qadınlarda da alınır, nəticə kişilərdə də alınır. Sadəcə qadınlar duyğusaldır, qadınların beyin yapısı kişilərdən fərqlidir deyə orada bəzi nüanslar var ki, məhz o yöndən toxunsalar, bəlkə də çox yaxşı nəticələr alacaqlar. Amma başqa bir tərəfdən baxdığımız üçün, sizin tərəfinizdə misal üçün, mən gender tərəf tutmuram. Təbii, amma bilirəm ki, əziz tamaşaçılarımız, telefon nömrələrimiz sizin ixtiyarınızdadır, mənim əzizlərim. Zəng edə bilərsiniz. Yazdığınız sualları mən səsləndirəcəm. Antibiotiklərlə bağlı suallar ünvanlanmışsınız. Bir daha deyirəm. Canlı efirimizə qoşula bilərsiniz. 012 ilə 562 21 23 nömrəsi ilə zəng edə bilərsiniz. Antibiotiklərlə bağlı deməli sual yazıblar bizə ki, hamilə qadınlara bəzən həkimlər, yəni elə bir vəziyyətdir ki, mütləq şəkildə antibiotik yazılmalıdır. Yəni çarəsi yoxdur, başqa bir şey. Antibiotik yazılır. Dölə necə təsir edir? O baxır, yəni dərəcə müddətinə, onun öz həkimi əgər ona məsləhət görürsə, amma əslində olmasa, doktor? Əlbəttə ki, olmaz. Amma ki, yəni elə bir situasiya gəlib çıxır ki, o məcburdur. Aylarda olmaz amma doktor, məncə qadın. Amma olmaz. Axır aylarda olmaz. Hamiləliyin 5 ayına qədər olar, ondan sonra olmaz. Sadə zərər analizini edir həkim burada təbii ki. Yəni hər 3 trimestr olaraq götürsək, ilk 3 ayda hansı antibiotiklər verilsə, hansı cifdən keçəcək, uşaqda nələrə səbəb ola biləcək, hansı antibiotik uşaqda karlığa səbəb ola bilir və yaxud da hansısa problemlərə səbəb olur. Bunu sırf o ixtisasın həkimləri çox gözəl bilirlər, Nurayna xanım. Və təbii ki, burada ananın sağlığı, dölün sağlığı ikisini də ortaya qoyub müzakirələr aparılır və baxılır ki, xəstəlik nədir, səbəb və problem nədir? Yəni, məsələn, deyəlim ki, bu qadının meningiti var və yaxud da böyrəndə elə bir infeksiya var ki, onsuz da antibiotik verilməsə, ana həyatını itirə bilər. Həm ana, həm döl həyatını itirə bilər. Təbii fayda-zərər analizi eləyərək biz burada məcbur qalırıq. O zaman da ən dölə təsirsiz keçişəcək antibiotika həkim təyin etməyə çalışır. Təbii ki, o dövrü də nəzərə alır ki, uşaq neçə aylıqdır, hansı bəli antibiotik ən azından cifti daha az keçər və ya keçməz və dozalanma da eyni şəkildə. Yazıblar ki, bizə, bugün biz də görürük, çox qadınlar var ki, həm hamilədir, həm də əlində siqaret, yəni tütün məhsulları. Orada bu paradoksdur. Yəni, bir hamilə xanıma biz baxanda həmişə nə görürük? Sanki bir günəş görürük, hə? Yasəmən xanım, bir günəş görürük, sanki kainatın özünü görürsən, o bir insan daşıyır, o bir insan dünyaya gətirəcək. Biz asılı olduğumuz zaman o ağrılar gəlir də bədənimizə. Ağrılar gəldiyi üçün də biz təzədən narkotik istifadə edirik ki, ağrılar keçsin. Amma indi bir məsələ var, gəlin biz bunu gənclərimiz üçün aydınlaşdıraq. Narkotikdən istifadə ilk günlərdən ağrı vermir. Vermir. Ağrı vermədiyinə görə birinci o aldadıcı zövqü verir, həzzi verir. Bu ağrılar daha sonra baş verəcək ki, dözülməz hala gəlib çıxacaq. Bax, biz əgər o dözülməz hal ki olacaq, onu aşılaya bilsək, onu açıqlaya bilsək, onu anlada bilsək, o birinci həzz o uşaqları aldatmaz. Mən sözümü nəyə gətirmək istəyirəm, Nurayna xanım? Bir dəqiqə üzr istəyirəm, Nurayna xanım, nəyə gətirmək istəyirəm? Tək-tək danışın. Bax, narkotikdən istifadə sonra dözülməz ağrılara gətirib çıxardı. Və biz təzədən narkotik istifadə edirik ki, o ağrılarımızı sakitləşdirək. Artıq burada həzz yoxdur, nə bilim, göylərdə uçmaq, sadəcə ağrılarımızı. Cəhənnəm müsibəti var. Və mən doktorumuza sual edirəm və psixologumuza sual edirəm ki, qadın, xanım dünyaya uşaq gətirəndə necə ağrılar çəkir? Necə ağrılar çəkir? Onun testini keçir, yəni o dözülməz bir ağrı. Amma
Elə analarımız var ki, 8 uşaq dünyaya gətirib Bəli. o ağrıya nisbət. Yəni o ağrını belə- O güc Aha. qadınlarda olan o iradə dedim bir axı. Qadınlarda olan o iradə bax həmin o iradədir. Analıq Ağrıya hissidir. dözüm gəlirlər, tab gətirirlər. Xanımlarda bu o iradə var. Ona görə mən onu deyirdim. Bir axla psixoloqumuz Ha, yaxşı bənzətmədir. Əslində Ətəm müəllim bilirsiniz nə demək istəyir? Çünki deyirlər ki, yəni bir qadın uşaq dünyaya gətirəndə təbii doğuşdan söhbət gedir tamaşaçılarımız. Sanki sümük sümükdən ayrılır, sanki bədəndəki 77 sümük birdən-birə sınır. Yəni təsəvvür edin ki, sizin bir barmağınızın sınmağı və 77 sümüyün birdən sınmağı bu ağrıdır. Və Ətəm müəllim deyir ki, hansı qadın əgər o yoldan, o pis vərdişlər yolundan geri dönübsə həmən o ağrıların nisbətində. Demək gör o nə qədər güclü və iradəli qadındır. Biz şükür eləyək ki, biz Azərbaycanlı olduğumuza görə bizim Azərbaycanlı xanımların başqa dövlətli, başqa ölkələrdən fərqli olaraq xanımlığı hələ ki qalıb. Şükür, çox yəni, gözəl. Yəni o faiz Bəli. aşağı, çox aşağıdır. Buna görə sevinməliyik. Bəli, mən ona Bəli. görə Azərbaycan xanımlarına deyirəm ki, etməyin, eləməyin, çünki siz bir insan dünyaya gətirirsiniz. Bir anasız, bir xanımsız, Azərbaycanlısınız. Biz axı başqa ölkələrə gedəndə mən 11 dövlətdə olmuşam. Yəni hər zaman Azərbaycan xanımlığı ilə, Azərbaycan xanımları ilə fəxr eləmişəm. Və mən istəmirəm bir Azərbaycan qadının əlində siqaret görmək. İstəmirəm bir Azərbaycan qadını desinlər ki, narkotik istifadəçisidir. Mən onun əvəzinə utanıram. Mən bir xanım olaraq bunu istəmərəm. Həm də yaraşdırmırsınız. Yaraşdırmıram Azərbaycan xanımlığı. Biz xanımlığımızla hər zaman bütün dünyada Azərbaycan xatunları xanımlığı ilə seçilib. Və mən yaraşdırmıram xanımlarımıza. Eşq olsun bizim xanımlarımıza. Amma yenə də mən Vəfa xanımın sözü ilə şərikəm, əziz tamaşaçılarımız, doğrudan da Azərbaycan xanımı dünyanın ən elit, ən kübar, ən zadəgan, ən oxumuş, savadlı, kültür bir xanımlarıdır. Amma biz nə etməliyik? Eyni zamanda gənc qızlarımıza, bax Yasəmən xanım görürsünüz, deyir ki, biz bir yerdə bir qeyri-hökumət təşkilatı olaraq onlar bir işin öhdəsindən gəliblər, görürsünüzmü? Bir yerdə nəsə bir şey görüblər və oranı bağlatdırıblar ki, o gənc qızlar oradan istifadə etməsinlər. Biz hamımız cəmiyyət olaraq, bax o gənc qızlarımı, onlar axı sizin dediyiniz kimi gələcəyin Azərbaycan xatunlarıdır. Bax onlara bugün aşılamalıyıq onu. Bu sizin və mənim borcumuzdur. Biz kütləvi informasiya vasitəsi olaraq borcluyuq, həkimlər, qeyri-hökumət təşkilatları. Nurani xanım, Bəli. üzrlü sayın, bayaq mən elə bizim psixoloqumuzla orada bir balaca söhbət elədim. Aha, dostlaşmışsınız. Yəni, bunun özü bir maariflənmə idi. Elə deyilmi qızım? Bəli. Elə deyilmi? Maariflənmə elədim. Yəni ki, indi adi bir şey idi ya, ancaq onu demək lazımdır. O insanlara başa salmaq lazımdır. Sizin həyat təcrübəniz var. Bəli, mən adi bir misal çəkdim ki, liftə giririk indi. Həm hündür mərtəbədə. Liftə girirmişəm, dayanmışam. Uşaq girir, biri girir, o birisi, hamısı girir, dayanır. Baxır telefona. Deyirəm, salam oğlum. O birisinə deyirəm, salam ay qızım. Ondan sonra mənə salam verirlər. Deyirəm, ay bala, sizə evdə demirlər ki, adam böyüyə salam verər. Tembulum, mən yaşlı qadınam. Yəni, bu maariflənmədir. Bunu hamı hər yerdə eləməlidir. Yaxşı sözdür. Valla düzdür. Yaxşı sözdür. Liftə girdiniz, cavanları gördünüz, özünüz salam verin. Lift məsələsini mən də deyim sizə ki, mən liftə keçirəm, balaca uşaqlar görəndə deyirəm ki, salam uşaqlar. Belə baxırlar mənə ki, yəni tanımırıq axı bizi. Deyirəm, niyə salam vermirsiniz? Bilmirlər. Belə üzümə baxıb gülüb başlarını sallar. O maarifləndirməni etməli və mən özümə xoşuma gəlir o. Ailə deməlidir əslində, ana deməlidir onu. Məsəl üçün, bəzən ana da bilmir axı onu. Yox, məsələ oradadır da, bəs biz görürsən, yenə də gətirdik ailənin üstündədir. Yenə də ailəyə, bütün işlərin başlanğıcı ailədən başlayır. Bu bir mənalıdır. Ailədən başlayır. Hörmətli rejissorumuz deyir ki, olar ki, müzakirəmizi reklamlardan sonra edək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Davam edirik, əziz tamaşaçılarımız. Çox maraqlı müzakirəmiz gedir. Biz pis vərdişlərdən, xüsusilə narkotik vasitələr üçün, belə deyəm, mübarizədə nələr edə bilərik vətəndaş cəmiyyəti olaraq.
tək insanlar olaraq biz nə edə bilərik? Bax, bundan danışırıq. İndi məsələ burasındadır ki, deyək ki, biz bayaqdan danışırıq ki, narkotik vasitələrdən istifadə etmək olmaz. Tütün məhsullarından istifadə etmək insanın bədəninə zərərlidir, düzdür? Gəlin indi sual edək. Məgər bu tütün vasitəsindən bugün istifadə edən gündə 3 qutu, 4 qutu tütün vasitəsindən istifadə edən bir bəy, deyək ki, universitet bitirmiş, ağlı başında, normal şəkildə ailə başçısı olan bir bəy, məgər bizim danışdıqlarımızı bilmir? Məgər o xəbərsizdir ki, tütün məhsulları ona ziyandır? Bilir, sizdən məndən çox bilir. Bəs onda niyə istifadə edir? Tütün məhsulları ziyanlı sözü bilsinizə. Baxın, bayaqları Yasmin xanım gözəl bir ifadə işlətdi xanımlarımız. Biz nəzər salaq bir 40 il keçmişəm. Mən nəzər salıram bir 40 il keçmişəm. Nənələrimiz siqaret çəkmirdi. Tanıyırdım da. Qonşular idi, yadımdadır. Bir qonşumuzda bir nənə var idi, çəkirdi. Yox. İndi zəhmət olmasa, Ətəm müəllimə zəhmət olmasa cavablandır. Yox, bir dəqiqə üzr istəyirəm. Bəli. Qaldı ki, siqaretin, tütünün insan orqanizminə xeyri də var. Ziyanı da var. Amma indiki tütünlərlə o tütünlərin arasında yerlə göy qədər fərq var. İndi zəhmət olmasa həkimlərimiz cavablandırsın. Yerlə göy qədər fərq var. Davam edirik. Sizin sualınızı cavablandırsın bizim həkimlərimiz. Buyurun. Birinci siz dediniz ki, güya bilmirlərmi? Bəli, məsələn, tütünün ən gözəl zərərini bilən pulmonoloqlardır, yəni ağciyər həkimlərimizdə. Hansı ki, bunların içində də siqaret çəkənlər olur. Və biz burada belə nəticəyə gəlirik ki, bayaqdan biz maarifləndirmələrdən danışırıq. Maarifləndirmə çox əhəmiyyətlidir. Sadəcə tək başına yetərli deyil. Sadəcə siqaretin zərərli olduğunu bilmək yetmir. Və bayaq Nurana xanım dedi ki, bəli, bir neçə müddətdən sonra artıq bu miqdar da artır, bir neçə paçkaya keçir. Deyəlim ki, bugün bir gənc başladığı zaman belə deyə bilir ki, mən həftədə sadəcə bir siqaret çəkirəm də, bununla nə olacaq? Ya da bir elifbar qəbul eləsəm nə olacaq? Heç nə olmayacaq. Amma ən təhlükəsi budur ki, axı hal-hazırda sənin bədənin elə yaradılıb ki, buna ehtiyac duymur. Sən o ehtiyacı kənardan ona yaradırsan, bir az sonra da o ehtiyac get-gedə artacaq, artıq bir ədəd siqaret yetərli olmur. Tələbə çevriləcək. Daha sonra bəli, tələb edir bədən. İstəyə. Bəli, tələb artdıqca da o siqaretin miqdarı artır. Miqdar artdıqca da təbii ki, həm ağciyərinə, həm də digər orqanlarına zərər gətirir və onların ağız qoxusundan tutmuş dişlərinə vurduğu zərər, nəfəslərinə vurduğu zərər, ağciyər xərçənginə qədər gətirib çıxartması tədqiqatlarla onsuz da görünür də ki, ömürdən nə qədər azaldır, bəli, nəfəsinə və yaxud da mikroorqanizmaya necə təsir edir və s. Və ən əsası, gəlin biz belə deyək də, o bizim psixoloqumuz buradadır, insanlara deyəndə ki, bu sənin orqanizminə ziyandır, deyir, hə, yaxşı da tərk edərəm də, amma deyəndə ki, bu sənin cibinə ziyandır, bu sənin puluna birbaşa ziyandır, onda deyir ki, qoy bir düşünüm görüm, bu gündə bir neçə qutu siqaret istifadəsi birbaşa şəxsin cibinə, ailə büdcəsinə, uşaqların... Nurani xanım, siz dediyiniz həqiqətə insanlar 45 yaşda gəlib çatırlar. Verilmişdi, oturduğumuz bir məkanda o siqaret daimi çəkən insana bir sual verildi ümumidə ki, bax, nədən olur ki, siz bu siqaretə belə həvəs göstərirsiniz da, bilə-bilə ki, o siz deyimin ki, hamı deyir ki, ziyandır, cibə ziyandır, nə bilim, nəfəsə ziyandır, dişə ziyandır, evdə hamı protivn olur, yanında oturmur ki, siqaret. Səndən yatan adam da səndən iyrənməli olur. Hətta evin pərdələrini belə xanımlar tez-tez dəyişirlər. Danlayırlar, bəli, siqaretə görə. Dedi, sual verildi ki, niyə siz ona belə alüdə olursunuz? Dedi ki, biri dedi ki, demək 3-4 nəfər vardı belə siqaretlə çəkən. Biri dedi ki, çoxlu borcum var, borcum qutaranda çəkməyəcəm. Biri dedi ki, filan problemlər toplaşıb, bilmirəm o neyiniyim, ona görə girişmişəm. Yəni, elə primitiv misallar çəkdilər ki, mən baxdım belə, dedim, vallah qadınlar, sizdən tək başına övlad böyüdən qadınlar var. Onun problemi də olur, xəstəsi də olur. Olmayan çətinlik olmur da, həm də ailə dolanışığı o tək qadının üstündə olur, o hər şeyin öhdəsindən gəlir, siqaret də çəkmir. Narkotika da çəkmir. Amma gəlir. Bax, gedirik həkimə. Həkim qayda nə deyir ilk növbədə?
siqaret çəkmək ziyandır. Aha. Çıxırsan bir yerə, görsən mənə deyən o həkim özü çəkir. Deyirlər ki, Doktor hər şey cavablandırır. ziyandır. Həmin şeydir. Özü siqaret. Və yaxud da üzrsən bir Hər də şey ziyandır. bu yaxınlarda bir Xahiş edəcəm doktorlar bunu cavablandırsın. Cavab Deməli- verməsəz qoymayacağam gedəsiz. bir ölkədən qayıdırıq. Düşəndə hava limanəsində bilirsiniz də orada satırlar bahalı siqaretlər. Bir dostumuz yaxınlaşdı. Mənim yanımda 170 manat siqaretə pul verdi. Çölə çıxdıq, gəldik. Bunlara gəldi. O gün nəsə mən 5 manat taksiyə pul verməyə dedi. Yox, mən pul. yox. Deyirəm yaxşı 170 manat sən verirsən bu siqaretə çəkirsən də. Ziyandır, Bunun da gedir ziyandır. can deyirlər cana ziyanı var. Onu Amma bilirsən niyə deyirəm, niyə? həkim mənə deyir ki, siqaret çəkmə. Çıxıram. Yemək olur AVD-də çıxanda görürəm ki, həkim durur orada özü siqaret Buyurun. çəkir. Tamam, Buyurun, belə deyim buyurun. Nurani xanım. Belə deyim. Psixoloq zəhmət Siqaret olmasa siz də alışkanlıqları cavablandırasınız. çox Aha. vaxt yeniyetmə başlayır. Yəni 13-15 yaşlarda çox vaxt insanların həyatında başlaya bilir artıq. Və o sizə onu məsləhət edən həkim artıq təxminən 40-lı yaşlarındadır. Həkim bunu məsləhət edərkən şəxsi keyfinə, subyektiv düşüncələrinə əsaslanmır. Tədqiqatlara əsaslanır, tibb elminə əsaslanır və deyir ki, məsələn, Həkim özü niyə sizin ciyərinizdə bu xəstəlik var, ürək çatışmazlığınız var, sizin siqaret çəkdiyiniz zaman damarlarınız bu qədər daralacaq. Mən getmişəm ağciyər Mənim üstündə. çəkməyim bu Üzr deyəlim ki, istəyirəm, həkim ağciyər olaraq üstündə. çəkirsə, Ciyərimi yoxlatdırım, biz ki, məndə icadəlidə deyər. Bəli, bəli. Ciyərimi yoxlatdırım, mənə deyir ki, siqaret çəkmə. Çıxıram, görürəm ki, özü çəkə bilir. Bəli, bu onun bədəninə vurduğu zərərdir, amma Bəs nədən bir sizə siqaret həkim çəkmə? olaraq davranır. İndi ona Yəni görə bir həkim Ətəm başqası müəllim. həkim kimi fikrini deyir. Bəli. Sağlamdır. Ona Amma o görə. sağ- ziyan varsa Ziyan hamıya vurur. ziyan verir də bu xəstə. Hamıya Siqaret ziyan hamıya vurur. ziyan verir. İradə Bəli. məsələsidir. Amma baxın belə götürək də, baxın, Aha. ağciyər xərçəngi olan bir insana siqaretin vurduğu zərərlə 40 yaşında sağlam insana vurduğu zərər eyni deyil. Ya da sizin ciyərinizdə qəlpə Siqaret, varsa, ağciyərə ürək ziyan vurur, çatışmazlığınız vurur əlbəttə. Deyən bir şəxs və bunun mütəxəssisi olan bir Həkim şəxs. yer adı çəkməyək də. Ona da Yox, zərər yox, vurur, sizə də mütəxəssis zərər olan bir vurur. şəxs, mütəxəssis olan Bəli. bir şəxs ağciyərə baxır, değil mi? Olan şəxs mənə deyir ki, və yaxud özü də bilir ki, bu ağciyərə ziyandan mı çəkir? Bəli, Bax, Bu nə bəli. deməkdir? Baxın, biz nəyi Demək ki, qarışdırırıq? onun Subyektiv cavabını zövq və iradə məsələsi, vərdiş başqa bir şeydir. Bir mütəxəssis olaraq davranmaq başqa bir şeydir. Yəni mən bir həkiməmsə, pulmonoloqamsa ya da vərəm həkimiyəmsə, mənə gələn pasiyentə mən orada obyektiv baxıram. Deməlidir. Yəni keyfimlə davranmıram. Mən bəlkə bu gün siz həyat yoldaşınızla evdə başqa davrana bilərsiniz övladınızla. Amma bir mütəxəssis olaraq önünüzdə bir insan oturduğu zaman ona siz atanızın, nənənizin ya da özünüzün vərdişinizlə cavab vermirsiniz. onun həkimlik Tədqiqatlara borcudur. əsaslanır. O- Bəli, o bir o həkim onun olaraq deyir. protokoldur. Bu olmaz. Deyir ki, həkim bizə deyirsə, özü çəkirsə, bu yalan bir informasiyadır. Yox, Yaxınlarda yalan bir YouTube-da bir informasiya. şeyə baxdım. 148 yaşında kişini çağırıblar o vaxt Sovet dövründə, yəni təltif eləyirlər də. Kişinin əlində biz tənbəki deyirik də, tənbəkisi də əlində siqaretini çəkir zal. 148 yaşında kişi. Sizə fikrimi bildirim. Ətəm müəllim, bu fərdi qaydadır, fərdi qaydadır. Biz heç vaxt biz onun təbliğatını apara bilmərik ki, kimsə Siqaretin də xeyri var müəyyən bir şeylərə. siqaretin heç bir müəyyən xeyri bir yoxdur. şeylər Ətəm müəllim, mən burada saçlar- sizinlə, Yox, razı çox deyiləm. hörmətli Mən Ətəm razı müəllim, deyiləm. mən burada sizinlə tamamilə narazıyam Bunu sizin izah edə fikrinizə. bilərəmmi? Əsəb sistemində İzahatını xeyri var deyəcəm. deməsini. Mən yox, mən jurnalistəm, izahatını mən verə bilmərəm. Burada bizim həkimlərimiz var, psixoloqumuz var, onlar izahatını versinlər. Belə Ətəm izahını müəllimə verin, anladım Nurhan və digər xanım. tamaşaçılarımıza ki, Əsəb sistemlərinə Buyurun. xeyri var siqaret. Bəli, izah eləyim sizə. Necə xeyri var dırnaq O arasındadır. xeyir Baxın, deyil. Aha, bir siqaret dəqiqə. çəkdiyiniz zaman bir dəqiqə, Nurhan xanım. tək anladım. Buyurun. siqaret çəkildiyi zaman qan damarları daralır. Daraldıqsa beyinə yetərli qədər qan getmir. Beyinə yetərli qədər qan getmədiyi üçün təbii ki, beyin biraz daha dumanlı və key halına gəlir. Bayaq xanımın dediyi kimi problemi var. Siqaret problemi həll etmir. Siqareti çəkdim, damarlarım daraldı, beynimə yetərli qədər qan getmədi, beynim key kimi oldu. Bu mənim problemimi həll etmədi ya da bayaq Özümü özümüzə əsəbə anladırıq da faydalı belə. deyil. Bəli. Özümüz özümüzə Zərər anladırıq. verir. Əslində zərər verir. Damarları daraldır. Beynim yetərli qədər qan almır, oksigen almır. Amma beyin keyləşdiyi Amma bunu üçün bilmirdim. Doktorumuz dedi, mən də zənn məlumatlandırdım. edirik ki, mənim problemlərim Mən həll maarifləndirdim. oldu. Cavabınızı- Bəli, var. cavab Amma siqaret özümüz elədi. Özümüzü anladırıq da belə çıxır. Bəli, yəni dırnaq içində Ya deyə mən bilərik siqaret ki, xeyir. çəkmirəm, yəni Deyil. siqaret çəkirəm. Ziyandır. O doktor düz deyir ki, o daralma Buyurun, gedir buyurun. beyində dumanlı Bir danışın. beyin dumanlanır, o elə bilir də, hə, sakitləşdim. Demək ki, bu siqaret məni Sakitləşməyib sakitləşdirdi. və də problem də Amma həll olmuyor. halbuki Bəli. yox, əksinə.
sənə daha da ziyan eləyir. Aha, buyurun. Bəli. Bizə ümumiyyətlə öncə psixologiyamız maraqlı olur həmişə. Tutaq ki, mən sizlə razıyam, siz qarşınızdakı o həkimi nümunə kimi görmək istəyirsiniz ki, mən də ondan yararlanacağam fikir olaraq. Və qarşınızda, yox, məsələ təsəlli deyil, bilirsiniz. O qarşınızda gördünüz ki, adam sizə məsləhət gördüyü halda özündə qüsur görürsünüz də, hansı ki, sizin də müəyyən iradənizdə, yəni istəmirsiniz axı ondan uzaqlaşmaq. Bir də bu sizi aldadıcı bir təsəvvür yaradır ki, mən istəmirəm, o mənə məsləhət görür, o özü də edirsə, demək yaxşı şeydir. Bu, haradasa özünüzə, belə deyim də, otohipnozda özünüzə təlqin edirsiniz ki, o edirsə, məndə də alınacaq, yəni yaxşıdır da hər şey. Əslində bu... Onun mənə dediyi müalicəyə inanmıram. Bəli, yəni qarşımızda... Hörmətli psixoloq, gəlin belə, təsəvvür eləyək ki, qarşımızda müəlliməmiz var, bir tələbi. Müəllimə mənə qayıdır, deyir ki, tarixdən deyir də müəyyən vaxtda, müəllim məndən çıxandan sonra deyir, belə deyil, belədir. Mən bu günləri öz tariximi necə öyrənirəm? Baxın, mən ona görə... Yox, tarixi necə qavrayır? Ətəm müəllim. Mənim əziz qardaşım, əziz tamaşaçılarım, Ətəm müəllim Qarabağ döyüşlərinin döyüşçüsüdür. Mənə ot satmır. Bizim üçün döyüşüb. Ətəm müəllim Qarabağda neçə dəfə yaralanıb, uzun illər müalicə alıb. Yəni Ətəm müəllimin belə deyim də biraz belə çılğın olmasını hamımız anlayırıq. Hamımız anlayırıq. Yəni Ətəm müəllim sualı verəndə də sakitcəsinə sualı verə bilmir. Mənim əziz qardaşım. Səbirli ol, psixoloq cavablandırsın. Eyni cavabı deyir bizə. Mən sual eləyirəm, hörmətli psixoloq, hörmətli həkimlərimiz. Mən gedirəm xəstəxanaya, həkimə. Axı cavablandırdı, dediniz razıyam. Mən də maarifləndim. Deməli, belə çıxır ki, o həkim də özü-özünü anladır da. Ola bilər də. Düzdürmü həkimim? Düzdürmü doktorum? Öz vərdişindən xilas olmasa. Baxın, siz hələ də özünüz danışmaq, deyirsiniz, özümü aldatdım. Onu siz beyninizdə necə yaratmısınızsa ki, mənə biriniz deyin ki, mən özümü aldatmışam. Mən də sizə demirəm, siz özünüzü aldatmışsınız. Gördünüz. Siz özünüzə ziyan vurursunuz və sadəcə olaraq bu aslılıqdır və zaman keçdikcə siz siqareti başlayanda insan bunun fərqində o sualı bilə-bilə dedim ki, siqaret xeyirdir. Çünki həkimlərin o maarifləndirici fikirləri qoyçasına siqaret çəkənlərə. Ona görə deyirəm ki, bəli, biz özümüzü anladırıq. O siqaret çəkənlər deyir, mən əsəblərim sakitləşir. Vallahi yalan söhbətdir. Yalan söhbət. Olur, müvəqqəti. Gəlin belə danışaq da, baxın. Bir şey deyim də, bu maddə, siqaretin tərkibində xüsusi maddə var ki, gerçəkdən, bəli, xüsusilə beyni sakitləşdirir. Baxsanız görəcəksiniz ki, insan stresə düşəndə, gərginlik yaşayanda həmən siqaretə qaçır. Həyatında, məsəl üçün, siqareti atmış adamlar bir zaman geçir, nəsə baş verir həyatına, siqaret istəyir. Çünki gərginlik yaranan kimi beynində o sakitləşmək üçün bundan istifadə edir. Amma digər vasitələr də var da, məsəl üçün, çayı da çox içəndə, onu da tərkibində müəyyən Ümumiyyətlə, mən sizə deyim ki, baxın, narkotika başlayanların böyük əksəriyyəti, mən onlarla çalışıram, bilirəm. Əksəriyyəti... Ad çəkməyək. Bəli, xüsusi maddələr deyək. Xüsusi maddələrdən başlayırlar, hansı ki, o zaman onlar təbiidir deyə deyirlər ki, keçəcək, mən asılı olmayacağam, çox normaldır və gedişat onu göstərir ki, müəyyən zamandan sonra hamısı digər maddələrə keçirlər və sintetik vasitələrdən istifadə edirlər. Daha dəhşətli maddələrə gətirib çıxarır. Onların geri dönüşü yoxdur, gerçəkdən. İnsan bəzən hələ deyirlər ki, o hansı ki, istifadə elədiyi ilkin başlanğıçda olan maddələr onlara elə gəlir ki, asılılıq yaratmır. Hər biri beyinə ziyandır, beyində üzvi zədələr yaradır və ümumiyyətlə narkotik maddələr, yəni ümumiyyətlə maddələr hamısı beyinə müəyyən qədər fəsadlar verirlər. Bir mənalı belədir, siqaretin özü də yüngül formada narkotik tərkibidir. Məsəl üçün, əvvəl o dediğiniz adını çəkməyin, o yüngüllərdən başlayırlar. Sonra niyə keçirlər? Çünki o yüngüllər artıq onlara təsir eləmir. Sakitləşdirmir onları. Ondan sonra başlayırlar daha mürəkkəb və daha bahalı. Daha mürəkkəb, daha bahalı, daha ağır narkotiklərə. Elə gəlir ki, bu maddəni istifadə edirəmsə, heç nə olmursa, o da heç nə eləməyəcək. Amma bir dəfə ilə belə beyində fəsadlar verir. Yəni, mən görmüşəm insanlar, hətta necə başlayıblar, dostu maddə istifadə edir də, o deyir ki, ona sənin necə iradən çatmır ki, buna atasan, mən sənə göstərərəm.
istifadə edir Belə və hallar var. özündə də asılılıq yaranır. Hətta ailə üzvləri arasında, əziz tamaşaçılarımız, hətta ailə üzvləri arasında qardaş qardaşa, qardaş bacıya, bacı qardaşa mən sənə nümayiş etdirəcəm ki, mən də istifadə edəcəm və iradəm çatacaq, bunu atacam deyib istifadə etməyə başlayanlar var ki, sonra asılılıq bax onları da məhv edib və onları da ata bilməyiblər. Həkimlərimiz də deyir, psixoloqlarımız da deyir, elə cəmiyyətdə ən azından savadlı olan insanlar, bir insan nə üçün yaranıb, insan nəyə xidmət edir, insan necə olmalıdır, bax bunu düşünən, daşınan insanların hər birindən soruşsanız deyərlər ki, bir dəfə istifadə səni asılılığa apara bilir. Baxın ha, bircə dəfə bəzən insanları aldadan və xüsusilə yeniyetmələri aldadan o bir dəfədir. Bir söz var deyirlər, bir dəfə ilə bir şey olmaz. Bir dəfə ilə çox şey olur. O bir dəfədir bizi məhv eləyən. Bircə dəfə. Buyurun. Görür ki, yox, mənə heç nə eləmədi ki, demək ki, ikinci dəfə də eləsəm, yəni heç bir asılılıq, heç bir şey olmayacaq. Ona görə ikincini də eləyir, sonra deyir ki, yox, heç nə olmadı. Üçüncüyə oje başlayır, ondan da sonra oje başlayır asılılıq. Çıxır ki, onda biz yüngül formatda dediyimizdə o da müəyyən vaxtdan sonra bədəndə ağrılara gətirib çıxardırdı. Mən belə başa düşdüm də. Ya və yaxud da ki, nəsə bir vərdişə gətirib çıxardırdı. Yox, digərinə, daha mürəkkəblərinə, daha belə deyək də, bəli, daha mürəkkəbli beyində problem daha yaradır. bahalı. Bizim proqramımıza burada reabilitasiya mərkəzlərində olan deməli qardaşlarımız gəliblər. Xanım da olub aralarında, düzdür, xanımları biz efirimizdə yəni nümayiş etdirməmişik, tamaşaçılarımıza göstərməmişik, amma qardaşlar gəliblər bura, özləri də etiraf ediblər. Bax, sizin dediyiniz kimi onlar deyirlər ki, biz o maddələri necə dəyişə getdik. Çünki ilkin dövrlərdə o sizin dediyiniz o adı həzdir, adı zövqdür, amma o nə həzdir, nə də zövqdür. O bir cəhənnəm əzabıdır. Onu deyir, bəli, müvəqqəti. Onu deyir, biz daha sonra bədən onu ala bilməyəndə biz artıq dəyişirik. Dəyişib, deməli, başqasına keçid alırıq. Bax, o başqasına keçid alanda ailələr dağılır. Başqa maddəyə keçid alanda artıq daha çox pul tələb olunur. Axı, evlər satılır, maşınlar satılır, ailə dağılır, həyat yoldaşı çıxıb gedir, uşaqlar pərən-pərən düşür, ailə pərən-pərən düşür. Yəni, bütöv şəkildə ailə dağılır. Bax, ailələr onda başlayır dağılmağa. İradədən danışırıq. Bəli. Amma qəbul eləməliyik ki, narkomaniya bir iradə xəstəliyi deyil də. Biz necə ki, böyrəyində daş olan bir insana demirik ki, iradəndən istifadə elə daşıvı düşür. Qəbul edirik ki, bu tibbi bir xəstəlikdir. Narkomaniyada eyni şəkildə bu bir asılılıqdır. Yəni, bu bir xəstəlikdir və sadəcə sən iradən güclü olsa yenərdin, iradən güclü olsa istifadə etmərsən, dayandırarsan deyib, sadəcə iradənin üzərinə qoya bilmərik. Burada mütləq mütəxəssis dəstəyi, ailə dəstəyi ikisi də bərabər lazımdır. Hətta həm həkim dəstəyi olur, medikamentoz müalicə, həm psixoterapiya dəstəyi lazım olur, həm ailənin də dəstəkləməsi yanında olması lazım olur. Sizcə o adamları qınamaq, digərlərinin yanında aşağılamaq, digərlərinin yanında onun istifadəsi haqqında danışmaq. Faydası olmadığı kimi, bəli, Nurayna xanım, daha da zərəri olur bunların. Çünki onlar özlərinə anlaşılmayan hiss etdiyi üçün uzaqlaşırlar və onların öz əhatələri olur. Yalnız narkotik qəbul edən ya da yalnız siqaret qəbul edən insanların əhatəsində daha çox olurlar deyə. O zaman bizim üçün daha da ulaşılmaz olur. Burada əslində, bayaq məsələn, mütəxəssislərimiz, bəli, maarifləndirmədən danışdıq. Maarifləndirmədən əvvəl etməm gərəkir. Ailənin sahib çıxması, nə etməyimiz lazımdır, Nurayna xanım? Sadəcə iradənin üzərinə qoymamaq, sadəcə mən maarifləndirdim deyib keçməmək, qəbul etmək ki, baxın, meningiti olan bir insan ola bilir, biz həmişə belə deyirdik. O hətta qışqıra bilər, təpiyi ata bilər. Yenə biz buna baxmadan o insanı müalicə etməliyik. Yəni, o insan özü fərqində olmaya bilər, qəbul etməyə bilir. Sizə elə gəlir, mən asılı deyiləm, sizə elə gəlir, istəsəm buraxaram, sizə elə gəlir, mənim problemim yoxdur desə belə, necə ki, mən də gözümü yumsam, günəş yoxa çıxmayacaq, göz yumduqca o problem həll olmur, o zaman biz gözümüzü yummayacağıq, əl çəkməyəcəyik, bəli, mütləq mütəxəssisə müraciət edəcəyik. Davam etməliyik. Buyurun.
Mən demək istəyirəm ki, ümumiyyətlə maddə asılısı olan insanların ailələri də həm asılı şəxslər sayılırlar. Onlar da digərlər şəxslər qədər psixoloji travmalar alıblar və onlar da yarı xəstə sayılırlar. Çünki onların yaşatdığı travmaları tamamilə yaşayırlar onlarla bərabər və onlarla qurulan cümlələr belə diqqətli olmaq lazımdır. Yəni deyilən hər bir sözdə ümumiyyətlə qəti şəkildə onları qınamaq olmaz. Qəti şəkildə onlara demək olmaz ki, sən necə belə etdin, necə belə. Çünki bilirsiniz nədir? Onlar xəstədirlər. Onlar yəni bildiyiniz qədər, yəni nə qədər ağır xəstəlik bilirsinizsə, onun ən ağırını hesab edə bilərsiniz. Çünki xroniki beyin xəstəliyidir. Bunlara siz misal üçün reabilitasiyadan çıxıb gələn insanlara belə təzədən geri dönüş ona görə eləyirlər ki, ailə o hələ sağalmayıb, ailəyə elə gəlir ki, 6 aydan sonra gələcək, o tam sağlamdır və amma özləri sağalmayıblar. Misal üçün o maddə istifadə edibsə evində, başlayacaq həmin evə gələn kimi onu axtarmağa, onun misal üçün hardakı qəbul eləyib maddəni, oraya gedən kimi həmən daxilına gələcək o düşüncələr. Onun üçün də valideyn düşünməlidir. Necə edim? Yəni necə edim? Yəni bilirsiniz necədir? Necə edim? Reklamlardan sonra alacağam sizdən cavabını. Mirdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Mirdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Davam edirik əziz tamaşaçılarımız. Bugün doğrudan da cəmiyyətimizi daha çox maraqlandıran, təkcə Azərbaycan cəmiyyəti olaraq deyil, bütün dünyanı deyərdim ki, maraqlandıran ağ ölümdən danışırıq. Doğrudan da bu ağ ölümdür. Çünki narkotik vasitələrdən istifadə sonunda insanı məhvinə gətirib çıxarır. Heç kəs deyə bilməz ki, mən bir dəfə narkotik vasitədən istifadə etdim və xüsusi bir zövq aldım, xüsusi bir həzz aldım və özümü xoşbəxt hiss etdim. Bu ani, bəlkə də bir neçə saniyə ola bilər və bu aldadıcı hiss daha sonra sizi birbaşa ölümə aparır. Nə qədər biz gənc insanların, cavan insanların ölümünü görürük. Məktəblilərin, Nurayna xanım, məktəblilər çox. Bu dəqiqə, hal-hazırda mən məktəbliləri görürəm. Yəni, bir neçə gün bundan öncə də belə bir demək olar ki, məlumatın şahidi oldum. Yəni, bir məktəbimizdə bir uşaq 7-ci sinif şagirdi belə bir iş görmüşdü. Və bilirsiniz necədir? Valideynlər daha çox önəmlidir bu işdə. Valideynlər, baxın, hər bir evdə, hər bir ana daha çox önəmlidir. Bilirsiniz, bayaq Ətəm bəy də dedi ki, misal üçün bizdə atalarımız sevgisini daha az bildirirlər. Burada bizim yenə də Yasəmən xanım demiş ki, yük yenə analarımızın üzərindədir. Və analarımız, bəzən mən bunun şahidi oldum, yəni bu neçə illik, 17 ildir bu QTS rəhbəri olaraq gördüm ki, ən çox bu düçar olan uşaqlar anaları evdar qadınlardır. Yəni, iş xanımlarının, işləyən xanımların, evlatlarının da əksəriyyətində bu belədir. Yəni, əlbəttə ki, faiz etibarını demirəm. Yəni, valideynlər evlatları ilə birinci sevgi verilmir. Yəni, balaca uşaqlar sevgisiz qalırlar. Bəzən mən məktəblərə gedirəm, mən təlimçi olan vaxtlarda məktəblərə gedirdim. Görürdüm ki, uşaq niyə müəllimini qucaqlayır? Niyə müəllimini yad bir müəllimə bu qədər sevgisi var? Çünki o evdə o sevgini görmür. Evdə sevgi, bəli, evdə sevgi görməyən, ana qayğısı görməyən uşaqlar əlbəttə ki, artıq nə edir? Tez başqalarının təsir altına düşə bilir. Həmin o məsələdir ki, uşaqlar gəlirlər, misal üçün biz 3 yaşında, 4 yaşında, misal üçün 5-ci sinifdə oxuyan uşaqları narkotik alüdəçisi görmürük. Niyə? Çünki onlar artıq, siz nə edirlər? Cəmiyyətə başlayırlar, yəni yol açırlar və o cəmiyyətdə olan artıq bir neçə dəfə onlar 7-ci, 8-ci sinifə gəlirlər, o uşaqları, narkotik istifadəçilərini görürlər, məhəllədə görürlər və yaxud da ki, bəli, yaş dövründə təsir altında, misal üçün 10-cu sinif uşaqlarında görürük, nə qədər
qədər gördük biz, misal sosial şəbəkələrdə bunu gördük. Mən özüm şahid olmuşam ki, uşaqlar deyirlər ki, 8-ci sinif uşağına deyirəm ki, yəni mən hiss eləyirəm ki, uşaq başqa yoldadır. Mən valideyni sübut eləyə bilmirəm. Deyirəm, siz axı valideyn qəbul etmir. Mən misal üçün cənubda bir adını çəkməyəcəm, bir cənub rayonlarımızın birində mən qız uşağını gördüm, o belə bir haldadır. Yəni mən valideyni çağırmışam, deyirəm ki, siz qızınızla haçansa oturub söhbət eləmisinizmi? Axı sizin qızınız 8-də oxuyur. Deyir, onunla nə söhbət eləyəcəm? Qarnı toxdur və ananın sözünə baxın. Qarnı toxdur, əyin başı yerindədir. Deyirəm, haçansa siz söhbət eləmisinizmi ki, belə şey olmaz. Sənin niyə misal üçün oğlan dostun var? Sən məsəl üçün filan qızla yox deyir, etməmişəm. Baxın, yenə də ailədən bu günləri ailədən daha çox, bugün deyirlər ki, məktəb, amma məktəb mən son zamanlar 5 ildir mən deyirəm ki, hər dəfə də bu sözümün üstə duram ki, məktəb tərbiyə ocağı deyil, məktəb təhsil ocağıdır. Amma bugün məktəblərimizin böyük əksəriyyəti o evdən 6 yaşına qədər tərbiyəni normal alıb gələ bilməyən uşaqlara məcburiyyətdən həm tədris, həm də tərbiyə verir. Axı biz müəllimə yükləyə bilmərik ki, mən sənin 10 yaşında olan uşağın bu günləri müəllimlərin üstünə gedirik. Amma 10 yaşında uşaq evdən gəlir. Bir 10 yaşında bir uşağın valideyni əgər onunla oturub söhbət etmirsə, biz niyə məktəbi yükləyək? 45 dəqiqə ərzində bu müəllim bu mövzunu, kurikulumunu başa salsın, bu uşağın özdə qarşımızda da 15 uşaq yoxdur. 30 uşaq, 35, 40 uşaq olan siniflərimiz var. Məktəbə yükləməyək. Valideynlər, çox xahiş edirəm, valideynlərimiz, Azərbaycan valideynlərimiz, xanımlarımız, atalarımız, gəlin məktəbi günahlandırmayaq, özünüzdən başlayın. Bax, özünüzdən. Mən Vəfa xanımın bir fikrinə də münasibət bildirmək istəyirəm. Bəzən sinifdə, deyək ki, 30 nəfər uşaq var, düzdürmü? Bəzən sinifdə bir nəfər uşaq, o öz, belə deyim də, tərbiyədən kənar, yəni davranış qaydalarından kənar, qeyri-etik davranışlarıyla o 29 uşağın haqqına girir. O 29 uşaq gəlib ora dərs öyrənməyə. O bir uşaq özünü normal apara bilmədiyinə görə müəllim məcbur olur, başlayır o bir uşaqla məşğul olmağa, 45 dəqiqənin yarısını. Baxın, biz uşaq olanda nə edirdik? Deyirdik ki, müəllim haqlıdır. Müəllim nə deyirsə haqlıdır. Axı, müəllim sizin evlatlarınıza düşmən gəlməyib. Müəllim tərbiyə üçün gəlməyib. Sadəcə siz o Nurayna xanım demişkən, o haqqına girirsiniz. Amma bizim doğrudan da bu cəfakeş müəllimlərimiz tərbiyə də verir uşaqlarınıza. Və mən müəllim olaraq da deyirəm ki, o qədər olub ki, mən uşaqlara, məsələn, bugün hansısa bir uşağa toxunmaq olmur. Niyə valideyn? Axı, həmin o valideynlərsiz ki, bugün sizin uşaqlarımız bizim ölkəmiz bugün uşaqlarımız narkotikdən istifadə edir. Onu məktəb demədi, siz evdən gətirirsiniz onu. Onun da günahkarı bizik. Bəli, valideynlərimiz. Buyurun. Komitəsi var. Onu düzgün qurmalıdırlar ki, bu valideynlər komitəsi başqa şeylərdən. Daha çox birlik olmalıdır. Orada da elə həmin evdəki valideyndir də, yəni məktəb komitəsi, sinif komitəsi, valideynlər komitəsi, bunlar həmin valideynlərdir də, bizik də. Yəni orada, məktəbdə də o... Daha sıx birləşmək, daha birləşmək şey aparmalıyıq. Gözəl, tövsiyənizdir. Aha, buyurun. Əgər ana əgər hələ heç, necə deyim, məktəbə getməyən uşağı, ondan söz soruşanda, telefona baxa-baxa, get sonra deyərəm. O tərəfə dur, bura baxıram. Elə deyirsə, oradan başlayır. Bütün problemlər oradan başlayır. Bəli, cəmiyyətimizi daha çox narahat edən narkotik vasitələrin insan həyatını hansı hala gətirir, bax bunun müzakirəsini apardıq. Deyək ki, reabilitasiya mərkəzinə gedib, adam qayıdıb evinə. Ailə üzvləri onunla necə rəftar etməlidir? Ona necə münasibət bəsləməlidir? Məsəl üçün, onlar hansı sözdən qıcıq yarana bilər? Yenidən o deyək ki, 5 aydır, 6 aydır adam əziyyət çəkir, adam özü də əziyyət çəkir, adamın ailəsi də əziyyət çəkir və adam bu yoldan çəkinib. Hansı deyək ki, ailənin səhv bir addımı adamı yenidən o yola qaytara bilər? Buyurun. Mən fikrimi bildirim, xahiş edirəm. Mən düşünürəm ki, həmin o reabilitasiya mərkəzindən gəlmiş oğlu, qızı, atanı, əri, məsələn, yükləmək olmaz ki, sən bu yoldaydın. Yəni, mənə elə gəlir ki, adi davranmaq lazımdır. Bəli, adi və daha diqqətli.
adi davranmaq lazımdır və yaxud daha diqqətli, sevgi olaraq sevgi vermək lazımdır. Çünki mən düşünürəm ki, hər bir münasibətin, hər bir ailənin, hər bir qurulan ailənin ilk öncəsi sevgi olmalıdır. Bir uşağı belə sevgi ilə sığallayanda hər bir şey ona elətdirə bilirsiniz. Baxın, 5 yaşında bir uşağa əlində telefon oynayırsa, mən ona əgər deyirəmsə, mənim balam, gəl bu telefonu qoyaq, başqa bir işlə görək, hansısa bir oyun oynayaq, o uşaq istər-istəməz oradan ayrılıb gələcək sənin sevgivin yanına. Əsəbləşmək olmaz, uşağın üstə yürümək olmaz. Həmin o xəstəyə xəstə kimi baxıb, Nurayın xanım demişəm, qurban olun, başıma dönüm, nə yaxşı belə oldu, yox. Sadəcə necə həyatımıza 10 il öncə, necə bu uşaq, necə münasibət bəsləyirdiz, daha yanaşdığın kimi ona da elə yanaşmaq lazımdır. Ona alışır, sizin dediyiniz o balaca uşaq deyil, qarşınızda bir xəstə fərd var və o evə gələndə avtomatik olaraq qarşınızda xəstə fərd var. Təbii ki, xəstə insandır. O evə gələndə birinci növbədə o 6 ay kurs keçir orada, proqram yazırlar. Proqramda xarakterlərini, yaşadığı bir çox şeyləri üzləşirlər və ağrıları əsasən keçir və hamı evdə onu sağlam adam kimi gözləsə də xəstə insan kimi qəbul eləyir. Yəni o sadəcə danışır ki, o gəlir falan gibi şeylər, amma evə girən kimi başlanğıçda onların qarşılanması var. Hara gedirsən, evdən bayıra çıxanda, analar, atalar, görəsən, sual verir, kimdən gedirsən, zəng eləyirlər, yenə dəmi dostlarındansan, hansı məhlədəsən, kimin yanından keçirsən. Bunların hər biri əslində onlara çox ağır bir siqnaldır və onlar həmin sözlərdən sonra hətta belə çox əsəbləşib geriyə qayıdıb maddə istifadə edə bilirlər. Deməli, ona zəng edib hardasan demək olmaz. Ümumiyyətlə güvən göstərmək lazımdır o insanlara. Çünki onlar oradan çıxanda güvən başqa şeydir, sevgi başqa şeydir. Bəzən elə insanları narkotikin içinə atan sevginin özüdür. Valideynlər o qədər belə saxlayırlar, pulu verirlər, xərclədiyini bilmirlər, nə etdiklərini bilmirlər və nəticə etibar. Bəli, mən bunları siz razı olmaya bilərsiniz, amma mən təcrübədən deyirəm. Yox, xeyr xanım. Mən subyektiv fikir olaraq ifadə etsəm də, yox, mən maddə asılısı insanlardan danışıram. Bilirsiniz necədir? Xəstə insanlar başqadır, cəmiyyətin fərqli üzvləri var. Biz onlara bir mənalı olaraq fikir deyə bilərik, amma məhz xəstə insanlardan danışırıqsa, biz onlara kömək etmək istəyiriksə, biz yenə də deyirəm, müəyyən bəzəkli cümlələrdən deyil də reallığın özünü danışmaq lazımdır ki, bəli, onların içində hər yaş var, 18 də var, 13 də var, 55 də var və müxtəlif yaşda maddə asılısı olan insanlar var. Bəli, orada yaş asılısı yoxdur. Misal üçün, mən təcrübədə belə bir adam görmüşəm ki, adamın normal işi, gücü, biznesi 35-40 yaşlarında maddə asılısına çevrilib. Sadəcə maddi olaraq düşüş yaşayıb və bir dərmanın sayəsində narkotika başlayıb. Yəni, elə bir haldır ki, bu beyində... Bir dəfə ilə yox. Misal üçün, müəyyən dərmanlar var, istifadə edirlər. Sonradan bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə davamlı, bəli, bir dəfə ilə başlayır təbii ki. Sadəcə olaraq nəyi demək istəyirəm? Valideynlərin ən birinci subay oğlanlara çıxandan sonra birinci növbədə evləndirim, yaxşı olacaq. Qəti şəkildə onları evləndirmək olmaz. Yəni həmən. Bəli, olmaz. 5 il gözləmək lazımdır. Çünki onların maddədən uzaqlaşması üçün 3 il, 5 il zaman lazımdır ki, o hələ özünü tanısın. O sağlam deyil və maddə asıllarında belə bir şey var. Sizcə o, məsəl üçün, ailə qursa, deyək ki, əksinə daha pisləşəcək. Düşünəcək ki, başı qarışacaq, çox yanlışdır. Ümumiyyətlə, insan bilməlidir ki, tutaq ki, bu adam 17 yaşında maddə asılısı olubsa, onun psixoloji yaşı 17 yaşında qalıb. Onun 40 yaşında da özünü 17 yaşındakı kimi aparır. Çünki beyində inkişaf dayanır. İnsan ola bilsin bu adam çox bacarıqlıdır, çox savadlıdır, nə bilir, fərqi yoxdur. Amma maddə asılları tamamilə başqa bir fərdlərə çevrilirlər. Yəni, ailə qurmaq onları qurtarmır? Xeyr. Ailə qurmaq ümumiyyətlə bir nə qədər müddət olmaz. Adicə narkotikdən istifadə edirsinizsə bir dəfə. Aha, bəli. İl yarım sizin qanunuzda o qalır. Bəli. Onu gedib hər nəsə test verəndə o sizin qanunuzdan çıxır. İndi görün, bir insan 5 il, 10 il elə vaxt olur ki, narkotikdən istifadə eləyir. Məsələn, 15-16 yaşında narkotikdən istifadə eləyənlər var. Bu gəlir çıxır 25 yaşa, bunu hansısa bir reabilitasiya mərkəzində... Valideyn istəyir ki, onu evləndirsin. Reabilitasiya mərkəzində biz bunu müalicə eləyirik və gəlir evə, biz bunu istəyirik ki, evləndirək.
fikirləşmirik ki, bunun qanında olan müəyyən o tərkiblər var da. Aha. Bunun övladı olanda bunun övladında da hansısa bir Məsələ təkcə övlad deyil ki. Ümumiyyətlə Məsələ gedir də, insanın yəni Evlilik bir xəstəxana deyil, Yox. sağlamlıq mərkəzi deyil də. Yəni evləndirsək sağalacaq, düzələcək deyib bəzi Düzələcək şeylər mi? üstünə Evləndirsək ötmək olmaz. düzələcək mi? Yox, bugünkü gündə yox. insanda fayda bilər. Bizim necə üzr istəyirəm. Sualı cavablandırın, amma tək-tək Hörmətli Nurhan cavablandırın. xanım, biz adicə bir xarici ölkə bir səfər eləyib. Biz Vəfa xanım deyir ki, mən Finlandiyada idim də, məsəl üçün belə. Çox gözəl, Allah bizə də qismət eləsin. Deməli, Vəfa xanım, siz Finlandiyadan qayıdandan sonra özünüzdə hansısa bir yüngüllük hiss elədi samolyotdan düşəndə. Yəni elə bir ki, beyniniz farmaq oldu. Bir yüngüllük hiss eləyirsiniz. İstirahətə gedib. Ya da yüngüllük hiss eləyirsən bir. Bax, narkotikdən də, Bəli. bax, gesiz reabilitasiya mərkəzində müalicə alırsınız. İndi Vəfa xanım təvəkkülkarlığı ilə dili olmadı. Amma Vəfa xanım artıq öyrəşib və öz müalicəsini bilir. Xaricə gedir, səfər edib, bütün problemlər unudulur. Bəli. İndi məsələ burasındadır ki, əziz tamaşaçılarımız, böyük əksəriyyət valideynlər düşünürlər ki, əgər deyək ki, mənim oğlum, ya qızım, övladım, belə deyək, əgər sağalıbsa, çünki reabilitasiya mərkəzindən gəldisə, adamı biz sağalmış bilirik, düzdürmü? Sağalıbsa, biz onu evləndirsək, o ailə qursa, ailəyə, uşağa başı qarışsa, evi eşiyi olsa, o bir də yenidən o həyata qayıtmayacaq. Yəni, evləndirmək bu adamı qurtarmaqdırmı? Üzr istəyirəm. Məsələn, bax, Tək-tək cavablandırın, bizim zəhmət olmasa. bədbaxtçılığımız onu deyirdim. Bu reabilitasiya mərkəzində ən azından bir il qalır da, 1 il, 6 ay, mən dedim, müəyyən bir Müxtəlif vaxt. zamanlar Mən var. vaxtda, o reabilitasiya mərkəzindən o insan çıxanda, evə gələndə, Bəli. o təmiz beyinlə gəlir. Əgər biz bunu qarşılıq qəbul etdiyimiz zaman övladımızı, 7 yaşlı qardaşımızı, hər bir insanda, yəni bəli. biz onu qəbul etdiyimiz zaman, xanım çox gözəl bir cavab verdi. Biz onu hər hansısa bir əsəbləşdirdiyimiz zaman onun başına vururuq ki, sənin üçün bu qədər pul qoydum, getdim müalicə aldın. O, inanın. Əvvəlkindən də pis ola Gündə bilər. 2 dəfə narkotik qəbul edirsə, 5 dəfə qəbul eləyəcək. Demək, bunu demək olmaz. Demək olmaz. Ümumiyyətlə, bu barədə danışmayaq. Artıq o insan yeni bir həyata gəlir. Elə bir ki, anadan təzədən doğur. Gözəl, fikriniz gözəldir. Əla, sizin cavabınızı aldım. Buyurun, cavablandırın zəhmət olmasa. Buyurun Günel xanım, Mən cavablandırın. elə hər birimiz fərd olaraq uşaqlığımıza dönməliyik. Öncə bizim Mənim sualımı pedaqogumuzun da... cavablandırın, xahiş edirəm. Hansı sualı? Mən sual verdim ki, reabilitasiya mərkəzindən adam gəlibsə, ailəsinin, doğmalarının yanına, doğmaları birinci növbədə fikirləşirlər ki, biz bu adamı evləndirsək, ailə qursa, başı qarışacaq, ev, eşik, ailə, bir yaxşı ev düzəldək, ailəsi olsun, övladı olsun, bu həyatı tamamilə silək onun həyatından. Elə bil ki, belə bir şey olmayıb. Bu düzgündürmü? Buyurun, cavablandırın. Bəli. Gözəldir, amma Bəli. niyyətin gözəl olmağı davranışın da doğru olduğu anlamına gəlmir. Biz mütəxəssis olaraq deyirik ki, öncə biraz dayanın, biraz zaman verin və izləyin. Baxın ki, bu insan məsuliyyət ala bilirmi? Doğrudan da vərdişləri nə şəkildə dəyişir? Biraz izləmək, zaman vermək iş həyatına, sosial həyatına, təbii ki, dediyiniz doğrudur ki, köhnə dostlardan ayrılması, yeni dostlar, yeni bir iş. Mümkünsə hətta ailənin imkanı varsa bəzən evi satır, maşın satıb, evi, maşını belə dəyişdirir ki, çünki Ünvanı. Köhnə ünvanda, bəli, köhnə dostlarla o illərlə yaranmış vərdişlər var idi, o vərdişləri qırmaq üçün. Amma evlilik düzdür, gözəl bir şeydir, amma evlilik də məsuliyyət tələb edən bir şeydir. Evlilik bir xəstəxana deyil, məktəb deyil. Ailə qurduğun zaman səninlə də bir yetişkin insan ailə qurur və o yetişkin insanın da ehtiyacları var. Yəni o qızın da ehtiyacları var. Bu oğlan o ehtiyacları ödəyə biləcək fərqindəlikdədirmi? Yəni yetişkin olaraq biz baxanda ailələr bəzənlər ki 25 yaş oldu, 30 yaş, 35 yaş biolojik yaşa baxmalı deyilik. Psixolojik yaşa baxaq ki, Gözəl, cavabımı aldım sizdən. Hazırdırmı evliliyə? Gözəl, doktor gözəl cavab verdi. Psixoloqumuz cavablandırsın. Demək istəyirəm ki, ümumiyyətlə bəzi maddə istifadəçilərində fiziki aktivlik belə olmur. Yəni onlarda orqanizmində fizioloji olaraq müəyyən fəsadlar olur. Bunu maddə asılları təbii ki bilirlər və valideynlərin çoxsunun bundan xəbəri olmur. Onlar sadəcə olaraq bilsiz öz arzularını həyata keçirmək üçün istəyirlər övladları ailə qursun. Mən onun toyunu görmək istəyirəm. Belə bir misal üçün mən eşidirəm valideynlərdən. Mən deyərdim ki, ümumiyyətlə övladları reabilitasiyada olan insanlar özləri mütləq şəkildə psixoloji terapiyalar almalıdırlar. Çünki bəli, mütləq. Çünki onlar həmaslı şəxslər sayılırlar. Fərqi yoxdur ailəsində olan hər kəs, bacısı, anası, yoldaşı. Çünki onlar bilirsiniz, maddə istifadəçisi insanlar
o qədər ziyan vururlar ki, fizioloji olaraq. Yəni insanlar evi dağıdanlar da var, oğurluq edənlər də var, pis-pis vərdişlər edənlər də var. Yəni onları valideynlər görürlər, çox ağır travmalar yaşadılar. Hətta zorakılıq edənlər var içində. İstər fiziki zorakılıq, istər yəni bir çox, bəli, çox ziyan vururlar və o insanlar evə qayıdanda təsəvvür eləyin ki, hər gün döyürdü bu evdəkiləri maddəyə görə və o gəldi evə, indi gözləyirlər, amma onun yoldaşı ona yaxınlaşmaq istəmir axı, qorxur ondan və o nə qədər sağalmış olsa da birinci növbədə onlar düşüncə olaraq demək olar ki, tez belə sağalmırlar. Onlarda sevgi hissi, duyğular çox zəif aşağıya düşür. Çünki aşırı dərəcədə yalan danışırlar. Yəni yalanı o qədər möhtəşəm danışırlar ki, çox. Onların ən birinci problemləri yalan danışmaqlarıdır. Yəni o qədər inandırıcı yalan danışırlar ki, hər kəs onu tuta bilir. Bəli, inandırırlar. Qarşısındakini inandırır. Bipolar bozukluğun bipolar bozukluq, bəli, o zaten onlarda şizofreniya, bipolar pozuntu, bir çox şəxsiyyət pozuntuları yarana bilir. Demək ki, əziz tamaşaçılarımız, biz ailə üzvlərimizdən biri əgər narkotik asıllığından əziyyət çəkirsə, pis vərdişlərdən əziyyət çəkirsə, biz ilkin olaraq onun yalan danışmağını hiss etsək, biz nəsə şübhələnə bilərik. Təbii ki, şübhələnmək olar, çünki onlarda çox peşəkarcasına, məsələn, adi pul əldə etməlidirlər. Onlar, məsələn, mən bir praktikadan belə bir şey demək istəyirəm. Mənə bir maddə aslısı, 25 il maddə aslısı adam danışmışdı ki, mən deyir, evdə pul götürmək istəyirdim, mən pulun qoxusunu və səsini bilirdim, deyir. O qədər deyir ki, məni otağa kilitləyirdilər. Mən deyir, otaqdan çıxanda diqqətlə qulaq asmışdım. Deyir, pulu hara aparıb qoydular və açarı necə, hansı qapıya salıb, necə açdılar. Dəqiq gedib yerindən götürdüm. Əslində pulun səsi var da. Yəni onlar onun səsi var da pulun, hə? Onlar bir şey var ki, sevimli səs daha əsərlər. Narkotikdən istifadə edən insanların səs tonları, o danışıq şeyləri eynidir, poxotkaları eynidir. Eynidir. Səsləri, poxotka. Onlar insanı elə manipulasiya edirlər ki, insan qarşısında bilsəcə, sonra ki, doğrudan mən buna inandım. Belə bir yox, doğrudan inandırırlar. İnandırırlar. Maraqlı bir şeydir. Necə doktor? Qarşısındakını çox gözəl inandırır. Ki, yəni o şeyi ki, əldə eləmək üçün, o pulu əldə eləmək üçün o qədər gözəl yalan danışırlar ki, istər-istəməz inanır. Ona görə də məsəl üçün heç cürə onların təzədən ailə qurmağı, ya nə bilim nə, düzgün deyil. Ailə qurmasınlar. Olmasa daha düzgündür. Nəyə görə? Deyək ki, adamın 20 yaşı var, 25 yaşı var. Yəni bu adam heç mi sağalıb ailə qurmayacaq doktor? Nurani xanım, onlarda sağalma yoxdur. Onlar bir neçə müddətdən sonra təzədən yox, biz bunu deyə bilmərik axı. Axı insanlar var ki, onlar həqiqətən vaxtı ilə narkotik asıllığından əziyyət çəkiblər. Bugün normal şəkildə ailəsi də var, normal şəkildə övladları da var. Hətta deyək, o keçmişin üstündən bir qara xətt çəkib, heç onun haqqında ona sual verəndə deyir, heç mən olmamışam. Sizin dediyiniz kimi iradəsi güclü insanlar var axı. İradəsi, amma nə vaxtsa adi bir sözləmi, adi bir hərəkətləmi o özündən çıxa bilər, o yenidən o şeyə dönə bilər. Onda günah bizdə olur da. Həm bizdə də, həm qarşılıqlı. Buyurun, buyurun. Hər kəsin fərd olaraq uşaqlığına. Deməli, biz bu yaxında yaşam koçları, ilişki koçları olaraq, ailə koçları olaraq Türkiyədə ayrı-ayrı kreşlərdə, bağçalarda olduq və biz orada birinci valideynlərlə görüşdük, uşaqlarla deyil. Orada valideynləri nə yaşayırdın? Əgər ilərdə narkotika qarşı bir mübarizə idi, əgər ilərdə uşağın narkotika qarşı getməməyini istəyirsənsə, bugünkü gündə yad bir insandan, ən yaxın dostundan belə bir dənə şəkəri belə almamasını öyrətməlisən. Yəni də biri gətirir, şəkər verir, uşaq axı şəkərə çox meyil olur. Yəni uşaqları öyrədirlər. Bəli. Yəni birinci siz valideynlər bəli bundan başlamalısınız ki, bax mən sənə hər şeyin lap yaxşısını da ala bilirəm, heç ala da bilmirəm. Tutaq ki buna gücüm var, tutaq ki buna gücüm yoxdur. Heç evdə yemədiyim bir çikolata belə olsa, əgər sən ondan okulda qarşılaşsansa və ya başqa yerdə qarşılaşsansa, yəni şokolad qarşılaşsansa, istəyir şəkərlər, hər hansı bir konfetlər qarşılaşsansa, mütləq sən bunu almamalısan. Yəni bunu öyrədirlər. Bəli, balaca uşaq bugün onu almayanda
yarın bir gündə, başqa gündə böyüyəndə də, gələcəkdə əlbəttə ki, yaxın dostun Yəni ona bu da təklifi, bir ona tərzdir. Mübarizənin bu da bir yenə uşaqlığa tərzidir. dönürük də, elə bizim pedaqogumuzun dediyi kimi yenə uşaqlığa dönürük. Uşaqlıqdan Yəni olan uşaqları tərbiyəyə öyrətmək. dönürük. Aha. Bəli, yəni mən də bu Ananın atanın üzərində Məsuliyyət. Bəlkə də dediyim maarifləndirir. Amma bir şey də nəzərə almalı ki, biz məsələn maşın sürmək üçün belə vəsiqə alınır ki, bu insan maşın sürə bilər. Bəli. Ya da biz müəllim işləmək üçün, həkim işləmək üçün bir diplom alırıq ki, mən bu işi görə bilərəm. Bəli. Amma hal-hazırda bəlkə biraz da düşünək ki, madəm valideynlik bu qədər önəmlidir, təlim və tərbiyə vermək, ailə qura bilər sertifikatı da verilməlidir əslində insanlara. Yavaş-yavaş bunun üzərində də düşünməliyik ki, valideyn ola bilər, uşaq böyüdə bilər. Bayaq dediniz məsələn narkomaniyadan sonra ailə qurması mı? İnsan da haqqı var əlbəttə ki. Təbii biz nə edirik? Müəyyən bir zaman gözləyib, bəli mən artıq ailə qura bilərəm. Artıq bunun fərqindəyəm, bu məsuliyyəti ala bilərəm. Mən bir ailəyə sahib çıxa bilərəm. Mən həyat yoldaşımı, övladımı qoruya bilərəm. Övlad böyüdə bilərəm. Bəli, övlad böyüdə bilərəm sertifikatı deyək də buna vəsiqəsi ki, mən artıq tərbiyə verə bilərəm. Zərər vermərəm. Bu şuurda olmaq, bu fərqindəliyin olması. Yəni bu 5 ildən sonra bu insan bunu eləyəcəkmi təzədən yoxsa yox? Onu yoxdur qaranti. Onu Reklamlara çıxaq əziz tamaşaçılarımız. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Bizim hörmətli təhsil ekspertimiz Vəfa xanım anidən evdən bir zəng gəldiyinə görə təcili olaraq gedəsi oldu. Amma belə bir problemli bir şey deyil. Xoş bir səs eşitdi və xeyir bir iş üçün onu evə çağırdılar. Həmişə xeyir işlər üçün getsin. Davam edirik əziz tamaşaçılarımız və biraz öncə bizim həkimimiz dedi ki, çox doğru vurğuladınız ki, bu insanların, deyək ki, daha sonra bu pis vərdişlərdən qopub gələn insanların biz indi danışırıq ki, onları evləndirmək, ailə qurmaq, oğul uşaq sahibi olmaq buradan qutaracaqmı? Siz də söylüyorsunuz ki, heç kəs onları sığortalaya bilmir, qarant dura bilmir o insanlara. Yəni, biraz öncə psixologumuz da dedi ki, adi bir söz onları, hətta telefonla zəng edib hardasan demək belə onları, bəs onda biz nə etməliyik? Valideynlər nə etsin? Nəyi, deyək ki, sizin çox böyük həyat təcrübəniz var, elə sizin də Yasəmən xanım. Nə məsləhət görürsünüz, nə tövsiyə edirsiniz? Ailə, yenə ailə. Ailə gəlir yenə də məsuliyyət ailənin üzərinə düşür. Yəni hər zaman, doktor dedi ki, nəzarət gənə elə bir şey nəzarət olmasın, amma olsun, sadəcə ona bildirməsinlər. Yəni, bəli, kənardan nəzarət olunsun. Amma yenə də onlara heç kəs qaranti verə bilməz ki, mümkün deyil. Ya bir psixoterapevtin ya da ailənin işləyib, yəni keçmişdəki vərdişlər var idi. Deyək ki, sən üzüldün, narkomaniyaya yönəldin, ağrı hiss etdin, yönəldin, problemin oldu, yönəldin. Bu istər siqaret olsun, istər narkomaniya fərq etmədən. İndi artıq yeni alternativ sağlam yollar öyrədilməlidir. Üzüldüyün zaman nə edə bilər, acı çəkdiyi zaman nə edə bilər, əsəbləşdiyi zaman nə edə bilər kimi. Yəni bu insanlar bunu psixoloqlar edə bilərmi? Bəli, yaşam koçları da elə bilir, psixoloqlar da elə bilir ki. Yaşam koçu kimdir? Yaşam koçu dediyimiz bir neçə ay təlim keçir və bir sertifikat alır ki, yəni mən sənə yaşam koçluğu eləyə bilərəm. Yəni sənin yaşam yolunda, qarşılaşdığın çətinliklərində İxtisasdırmı? Yaşam koçu. İxtisasdırmı? Hansı universitetlərdə yaşam koçu adında bir ixtisas üzrə var? Psixologiya Türkiyə universitetlərində var. Bəli. Yəni demək istəyirdim ki, Nurhan bir alternativlər öyrətmək. Təşəkkürlərimizi bildirək əziz tamaşaçılarımız. Ötən bizim proqramımızda klinik psixoloqumuz vardı burada, Rövşən müəllim. Yəqin ki, yadınızdadır. Rövşən müəllim dedi ki, yaşam koçu adında deyilən bir ixtisas yoxdur. Yəni bu bizim klinik psixoloqumuz Rövşən müəllimin fikri idi. Bax o fikri mən sizə burada amma yəni Rövşən müəllim belə söylədi. Belə əziz tamaşaçılarımız, verilişimizin sponsorları haqqında yenə sizə məlumat vermək istəyirəm. Mən qalxım ayağa
Mən yenə Bir David Mərkəzi haqqında sizə məlumat verim. Əziz tamaşaçılarımız, övladınızın əgər, baxın, mənim sadaladığım əlamətləri hiss edirsinizsə, deyək ki, uşaq evdə özünü çox aqressiv aparır. Deyək ki, uşaq oyuncaqlarıyla oynayır, amma oyuncaqlarını dağıdır, pərakəndəlik edir. Uşaq var ki, məsələn, deyək, yerdə çoxlu oyuncaq var, o oyuncaqları sırayla düzür. Bilirsiniz ki, məntiqli nəsə oynayır. Amma bu tip uşaqlar ümumiyyətlə məntiqli heç də oynamır. Və yaxud uşaq hansısa bir otaqdadır, oyuncaqları ilə oynayır. Siz o otağa girəndə, əgər sizi hiss etmirsə uşaq, sizin gəlişinizi, sizin otağa gəlməyinizi və yaxud uşağı siz çağırırsınız, uşaq öz adına cavab vermirsə və yaxud normal siz uşağı yedirdə bilmirsiniz. Deyək ki, siz bir xörək pişirmişsiniz, uşaq o xörəyin içindən müəyyən deyək ki, ərzaqları seçir, müəyyənlərini yeyir, müəyyənlərini yemir. Məsələn, uşaq var ki, ümumiyyətlə ət yedizdirə bilmirsiniz uşaq. Uşaq var ki, meyvənin dadını bilmir, uşağın 7 yaşı var, bu vaxta qədər uşağı heç bir meyvə yedizdirə bilmirsiniz. Demək ki, bu uşaqda ciddi problemlər var. Bəzi valideynlər keçəcək, ötəcək, düzələcək, məktəbə gedəndə düzələcək, nə bilim 5 yaş olanda düzələcək, düzəlməyəcək mənim əzizlərim. Siz mütəxəssis yanına getməyincə, bu uşağın müalicəsi ilə məşğul olmayınca bu uşaq düzələsi deyil. Ona görə məndən sizə tövsiyə. Gedəndə də yaxşı mütəxəssisin, düzgün mütəxəssisin yanına getmək lazımdır. Bir David Mərkəzi 20 ildən artıqdır fəaliyyət göstərir. Bu 20 ildə onların, deyək ki, David Eyxeli və Yosif Eyxelin müalicəsindən keçən uşaqlar var ki, bugün onlar məktəbi də bitiriblər, universiteti də qazanıblar, ailə də qurublar. Yəni, mənim dediklərim real faktlara söykənir. Mənim dediklərimi siz özünüz də Bir David Mərkəzinin YouTube kanalına girib, sənətli filmlər vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan bu tip uşaqların həyatını izləyə bilərsiniz. Necə o mərkəzə gəlib, 15 il bundan əvvəl, məktəbə necə gedib, məktəbi necə bitirib. Yəni, mənim dediyimə inanmayanlar bu YouTube kanalına girib, özləri baxıb şahid ola bilərlər. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürümü bildirirəm. Vaxtımız varmı? Və növbəti bizim sponsorumuz isə Sabimed şirkətidir. Sabimed Sağlıq Turizm şirkətidir. Bizim dəyərli Sabinə xanım Cəlilova başçılıq edir. Mənim əzizlərim, əgər Türkiyədə bir klinikada əməliyyat olunacaqsınızsa, Sağlıq Turizm şirkəti olan Sabimedə müraciət edirsiniz. Sizi qarşılayırlar birbaşa hava limanında. Hansı klinikaya gedəcəksinizsə, hansı həkimin müalicəsi və yaxud əməliyyatını keçəcəksinizsə, sizin yanınızda olacaqlar sonuna qədər. Ola bilər ki, tək gedəcəksiniz. Məsələn, ailə var ki, ailə üzvlərindən heç kəs onunla getməyə imkanı yoxdur. Amma Sabimed şirkətinin kollektivi, komanda olaraq siz tək getsəniz belə sonuna qədər sizin yanınızdadır və siz sağalıb Azərbaycana dönənə qədər doğmalarınız qədər sizin yanınızda etibarlı şəxs kimi olacaqlar. Təşəkkürümü bildirirəm Səbinə xanıma. Bu qədər bizim sponsorlarımıza təşəkkürlərimizi bildirdik və yenə əziz tamaşaçılarımız diqqətinizə çatdırmaq istəyirəm ki, bugün proqramımızda müzakirələrimiz çox qızğın oldu. Təşəkkürümü bildirirəm həkimlərimizə, sizə təşəkkürümü bildirirəm. Yasemin xanım, sizə təşəkkürümü bildirirəm. Ətəm müəllim, sizə can sağlığı, doktorlarımıza, psixoloqlarımıza. Bir sözlə mənim əzizlərim, özünüzdən, doğmalarınızdan, yaxınlarınızdan, övladlarınızdan möhkəm tutun. Hər şeyi nə həll edir? Sevgi. Sevgi ilə sabah yeni saatda görüşəcəyik. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yoluna baxdınız.